Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır. Hava burada çox istidir, çox istidir. Bir iki gün bundan qabaq o qədər soyuq idi ki, qış gəlmişdi, hamı qış paltarı giymişdi. İndi isə o qədər istidir ki, hamı bilmir neynəsin, çox istidir. Umarım ki, sizin də qəlbiniz isti olsun, gözləriniz, düşüncəniz isti olsun. Əziz dostlar, mən istirdim bugün qıssa danışam, qıssa bir-iki mövzunu üstündə danışam. Biri pezeşkiyan məsələsi. Bilirsiniz, biz təhrimçiydik, intixabatı təhrim eləmişdik. Birinci mərhələdə, ikinci mərhələdə sakit qaldıq. Hətta bəzən biraz da təbliğatına köməklik elədik ki, çıxsın. Umudumuz yoxdur. Bunu mən deyim. Bizim heç bir umudumuz yoxdur pezeşkiyana. Pezeşkiyan bir değişim yarada bilməz. Özü də deyir bunu. Mən pezeşkiyanı sevirəm əslində. Məncə pezeşkiyan bir türkdür. Tipik bir türk. Tipik bir türk nə cürdür? Sadə, səmimi, rahatca tovlanan bir adamdılar. Duyğularına düşən bir adamdılar. Siyasəti gücləri olsa apararlar, siyasətləri olar. Gücləri olmasa təslim. Tipik türk belədir. Mənim nəzərimdə, mənim baxışımdan belədir. Əlbəttə türk dünyasında bəlkə fərqli düşünürlər olar. Amma mən tipik türkü, bugünkü əsrdə olan türkü, qədim türklərdən, atalarımızdan, babalarımızdan danışmıram. Belə görürəm ki, çox sadədirlər. Çox rahatca tovlanarlar. Çox rahatca milli mənfəətlərini düşünməzlər, tanımazlar. Pezeşkiyan da bu həddə. Mən yəni pezeşkiyanı da bu çərçivədə görürəm. Pezeşkiyan sadə, çox sadə. Yəni mən baxanda pezeşkiyana deyirəm ki, İnsaf Əli ilə onun nə fərqi var? Heç fərqi yoxdur. Elə ikisi də bir vəziyyətdədirlər. Rahatca inanan, rahatca, çox qolay, çox belə müqavimət eləməyən, insanlara etimad eləyən, insanları, o birisi insanları özlərindən üstün görən, onlara çox hürmət eləyən, onlara çox inanan, tipik bir türk. Salam əleykum, əleykum salam. Pezeşkiyan da belədir. Yəni pezeşkiyan da çox rahat inanır, etimad edir, dayanır onların sözlərinə və deyir bəlkə dünya xoşbəxtçiliyi ilə onların dediğindadır. Onlar düz deyirlər, fəqət onu icra eləyən yoxdur. Bu o tipik türkün, tipikal bir türkün, normal bir türkün düşüncəsidir. Daimən də belə olubdur. Yəni mən bəzən tarixə baxanda da deyirəm ki, niyə bizim dedələrimiz məsələn çox rahatca gəliblər, müsəlman olublar. Çox rahatca gəliblər, Seyful İslam, İslamın qılıncı olublar. Çox rahatca müstəmirə olanda da müstəmirə olublar. Çox rahatca müstəmirə olduğu millətlərə savaşıblar. Bunu daimən özümdən soruşuram. Bizim bir müşkülümüz var. Beynimizdə bir müşkül var. Savaşçı millətik, mən bunu inanıram. Mən bu son zamanlarda, keçən bir ilin içində bir təcrübə yaşadım. Bir ildən biraz çox. Deyək 2 ilin içində. 2 ilin içində bir təcrübə yaşadım və bu təcrübə mənə dedi ki, öyrətdi ki, türklər iki cürdülər. Ya siyasətçidir, üzr istəyirəm, ya savaşçıdırlar, ya işçi. İçində türk siyasətçi yoxdur. Bizlər ya savaşçıyıq, ya işləyən. Yəni iş versələr, qəşəng işlər. Ya da savaşa göndərsələr, qəşəng savaşar. Əslində gəl diqqət eləsə hər ikisində bizim bir rəisimiz olmalıdır. O rəis bizi müdiriyyət eləməlidir. Əgər xoş şans olaq tarixdə bir özümüzdən bir rəisimiz olsun, cəsarətli biri olsun, savaşçı. Normalda gərək savaşçı olur.
o eləyə bilər həm işçiləri, həm savaşçıları o siyasətlərinin yolunda aparır qabağa. Əgər belə bir şansımız olmasa, bir nəslidə belə bir şans olmasa, o nəslin insanların hamısı bir ayrı rəisə, ayrı bir millətdən olan rəisə baş əyərlər. Mənim tarixə baxanda təhlilim türklərə görə biraz belədir. Çox uzaq tarixdən danışmıram. Keçən 1400 ildən danışıram. 1500 ildən danışıram. 1800 ildən danışıram. Gücümüz olanda, yəni bir lider çıxır ortaya, savaşçı bir lider çıxır ortaya. Bu savaşçı lider qazandıqca, gücü ələ getdikcə o savaşan güclərimiz ki var özgələrə savaşırdılar, ya işləyən gücümüz ki vardı özgələrə işlirdi, onlar gedirlər bu güclü özümüzdən olana tərəf. Bunu məsələn şeydə görürük. Babəkin inqilabında görürük, cəryanında görürük. Qəznəvilərdə görürük, Səlcuqlarda görürük. Osmanlıda görürük, Səfəvidə görürük, Nadir Şahda görürük, Qacarda görürük. Bunu orada görürük. Hətta məsələn baxsaz, bunu Atatürk'də də görürük. Yəni görürük ki, hər nədən dolayı bir nəfər gətiriblər iş üstə. Və onlar ki, dünənəcən Osmanlıya xiyanət edirlər, çünki zəiflirdi. Yığışırlar, bunu döyürlər. Yəni mən bunu o fikirdən görürəm. İndi qeysaq Pezeşkiyana. Pezeşkiyan tipik hal bir işçidir. Savaşçı deyil. İşçidir. Ona muzdum verəcəksən, işləyəcəkdir. Həm də əvəzin ki 8 saat işləyir, 24 saat işləyəcəkdir. Çünki türklər işə başlasalar, o işi qutarmasalar əl çəkməzlər. Çox ciddi işlərlər, düz işlərlər, doğru işlərlər, xiyanətsiz işlərlər. Türkün beyni çox sadədir. Çox sadə. Mən bəzən bu eşidirəm deyir ki, bilmirəm elmi bunun bir şeyi var, kökü var, bilgisəl bir kökü var ya yox. Onu bilmirəm. Amma belə bir deyim var. Biz deyirlər ki, erkəklərin beyni sadədir. 2-2-4-lər da burada fikirləşmirlər ki, içinin yanına bir şey qoyarsan, qoymazsan filan bəhman. Amma deyirlər xanımların beyni çox qarma-qarışıqdır. Farsça PT-də deyirlər. Çox qarma-qarışıqdır. Yəni 2-2-4 xanımlarda 4 eləməz. Xanımlarda o qədər faktor vardır ki, bu 2-2-4 eləmək eləyə 5, 6, 7, 8, 10, 20. Erkəklərdə deyirlər yoxdur. Məncə türklərin beyni bu cürdür. Türklərin beyni çox sadə. Çox sadə. Bir ilə bir iki elər. Da qutardı. Əslən şək eləməzlər. İşi verəcəksən, sənin işin budur. Özümdən bunu bildirəm. Mənə iş versinlər, taram, o işi qutarmasam əl çəkmərəm. Və perfect işlərəm. Əslən bir dənə məsəl var, deyirlər ki, mütəəssifanə indi bu biraz azalıbdır bizim əməli yaşamımızda. Yəni o yaşam ki gündəm yaşırıq, onda azalıbdır. Amma məsələn deyir ki, sən baxma ki nə qədər pul verirlər sənə. Sən işivi gözəl gör. İşivi yaxşı gör. İşivi kvalitesi, keyfiyyəti, yaxçılığı yaxşı olsun. Ona diqqət elə. Bu bizim istər-istəməz təəssüflə olan vəziyyətimizdir. Yəni mən indi deyim ki, belə deyil, biraz çox şey olar. Mən burada bir ləhzə bunu... Bizim zehnimiz budur. Pezeşkiyan da bu sistemdən eşikdə deyil. Pezeşkiyan bir işçidir, savaşçı deyil. Və Türk işçisi perfect işlər, gözəl işlər, ən high quality, ən belə gözəl, ən doğru işi yapar.
və siz istədiyiniz hər nə ona versələr o işi görər. Yəni desinlər getginən, hətta bəzən deyirlər ki, papaq gətir, gedər baş gətirər. Türk belədir. Yəni Türkdən iş istər, əlasını yapacaq. İçində öz mənafeyini düşünməz. Mən buradan məsələn bu işin içindən özümə qazancı götürürüm. Türk düşünmür. Ya məsələn millətimə qazanc düşün. Yox, mən bu işdə halal haram deyim. Üstündə çox halal haramçıdır Türk. Bu halaldır, bu haramdır. Bu mənim haqqımdır, bu mənim haqqım deyil. Özü qanun çərçivəsində. Yəni qanun, orada bir qanun qoyublar. Düz ya qələt. Mənim hətta ziddimə də olsa mən ona baş əyirəm. Yəni bizdə belə bir Türk, baxın elə bizim indi siyasilərimizə baxın, zindanda olanlarımıza baxın. Hamısı bilirlər ki, qanunlar düz qanun deyil, amma ona baş əyirlər. Bilirlər ki, siyasət düz deyil, amma o siyasət mədarlara baş əyirlər. Bilirlər ki, hamısı oğru, əyri, ixtilasçı, fəhşatçıdır, amma ki, ona baş əyirlər. Niyə? Çünki, dedim, o mövcud vəziyyəti qəbul edir, var durumu qəbul edir, onun usuluna inanır, onu yaşamağa çalışır və ən yaxşı yaşamağa çalışır. Onun üçün siz görərsiniz, məsələn, Qacarlar gedir, Türklər, Farslar iş üstə gəlir, əslən müqavimət eləmir. Çünki duruma baxır. Mənim işim nədir? Mənə burada iş verəcəklər, işləyəm. Nə desələr, get savaş, gedib savaşacağam. Savaşçılar gedəcəklər savaşa. İran-Araq savaşı düşdü, nə bilim, harda savaş düşdü. Hər kəs göndərir, məni savaşa göndərin, gedəcəyəm, savaşacağam. Məsələn, baxın Qacar zamanıdır. Məşrutə inqilabı, inqilab yoxdur əlbəttə, üzr istəyirəm, çox üzr istəyirəm. Məşrutə hərəkatı ki, üstdən, şahdan tərəf başlanıb, ya başdan başlanıb o islahat olubdur. Topluma haqqı hüquq verilibdir. Parlament qurulubdur. Birdən-birə sistem, o parlamentdakı insanlar terror qrupları qururlar. Başlayırlar məmləkətdə terrora, oğurluğa, qətlə, qarətə, ac salmaqlığa, dava salmaqlığa. Şah bunu görür, gəlir qabağında durur. Azərbaycan əvəzin ki, öz şahının qabağında dursun. Səttarxan durur, 11 ay şahından savaşır. Şahın da var yox ordusu 2000 nəfər, 1000 nəfər zat adamı var. Çox yoxdur. Fikir eləməyin ki, məsələn, ordu deyəndə Qacarın ordusu var imiş. Yox, öyle bir şey yoxdur. Ordunun, Təbrizin o zaman məsələn olsun 20.000 nəfər adam, ya 10.000 nəfər adam olsun 20.000 nəfər, 40.000 nəfər. Çox belə olsa 40.000 nəfər adamı var. 40.000 nəfərin yarısı xanımdır. 3-dən biri uşaqdır. Hələ bəlkə çoxu, çünki o zaman uşaq çox olurdu. Bir 5.000, 10.000 nəfər kişi var, erkək var. Təbriz deyəndə də adam deyir, bəlkə nə mənə, Təbrizə baxırsınız, Təbriz dediyiniz yer 7-8 dənə məhəllədir. Hərəsi bir bağların, araqları bağdır. Yəni, mən bilmirəm, buna necə şəhər deyirdilər, mən bilmirəm bunu. Amma məsələn, biri Səttarxan gedibdi, nə bilim, şeydə savaşır. Qərəməlikdə. Yəni, 11 ay, 12 ay burada o Qacarın 4-5 dənə sərbazı var. Onların başını qatıblar. Çünki o bir nəfər Türkiyə deyir ki, sənin məsuliyyətin budur. Sən şeyi qutaracaqsan, məmləkəti qutaracaqsan, məşrutəni qutaracaqsan, azadlıq gətirəcəksən, sən qəhrəmansan, sən savaşçısan. Qoltuğuna qarpızı verdilər, Türk keçir qabağa, orada 11 ay savaşır, ac qalır, filan boş öz dövlətinə qəbul eləmir. Framasonlar dururlar, gedirlər, Tehranı alırlar, Bəxtiyarilər. Biri vəziri keşvər olur, biri vəziri zəng olur, biri də ermənini də gətirirlər, qoyurlar rəisi polis. O da var idi, getmişdi o Framasonların içində, o da var idi. Getmişdi, Tehranı almışdılar. 2 ay sonra, 2 ayda Tehranı alıblar. Azərbaycanın xəbəri yoxdur ki, şahı başına nə oyun gətirirlər, şahı göndərirlər ayrı məmləkətə, Türk şahın.
2 aydan sonra Təbrizə deyirlər, ağa durun gəlin bura, siz çox böyük iş görmüsünüz. Nə böyük iş görmüsünüz? Qacarın başını qatmısınız. Biz gəlmişik, Qacarın Tehranda adamı yoxdur savaşa. Mərkəzdə, paytaxtda şahı qorumağa adamı yoxdur belə. Biz gəldik, buranı aldıq. Birimiz vəzir olduq, birimiz savaş vəziri olduq, birimiz şəhribaninin rəisi, ya jandarmerinin rəisi, hər nəyin, o quvayı müsəlləhin rəisi olduq, nəyin rəisi olduq, indi şəhrin rəisi olduq. Siz də gəlin bura, taqqa-taq gəldi, acə sənə biz şey, sən çox böyük iş görmüsən, sənə bir sərdar-ı milli ləqəbi verək. Ləqəb, quru ad, quru ad. Bir aydan da sonra əsləhələrinizi verin, vermirik. Öldürər sizi. Tuturlar hamısını öldürürlər. 200 neçə nəfəri orada Tehranda Ətabəkdə öldürürlər. İstəyirəm yəni ki, biz belə türkük. Bizə məsuliyyət versinlər iş. Biz o işi görərik, özümüzlə savaşarıq. Bizim beynimiz necür desəm ki, tohin olmasın. Bizim beynimiz əcib işdir. Bizim beynimizin çərxi doçərxə çərxinə, təyərinə bənzir. Elə fəqət o fərman hər kəsin əlində olsa biz də onun dalısıcan gedək. O hara çəvirsə biz ora gedək. Bizim beynimiz eyni o doçərxənin təyərləri kimidir. Hər kəs fərmanın dalında otursa, onu hara sürsə biz də ora gedək. İndi Pezeşkiyan da dəqiqən elə bu tip türkdəndir. Sadə, səmimi, işləyən, inancılı, dinçi, həlal həramçı, bir şeylərə inanır. Nəhcül Bəlağiyə, İmam Əliyə, türkdür da, tipikal türk belədir. Yəni Şiə türkü xüsusən tipikal türk. Əlicidir, Əbəlfəzçidir. Quranla işi olmaz. Allahla işi olmaz. Bunlar da Farsdan gəlmədi bizə. Bir yol. Biz Əbəlfəzi, İmam Hüseyni, Həzrət Əlini Peyğəmbərdən üstün bilirik. Mütəəssifən. Yəni adam Nəhcül Bəlağədən sübdən axşama danışsın, bir kəlmə Qurandan danışmayacaq. Çünki biz türklərdə beynimiz belə işdir. Bizə nə veriblərsə, biz onu şəkk eləmərik. Bizdə la şəkkə fihi və la rəyb. Biz əslən şəkki tərdid eləmərik. Bizə deyiblər, yoğurt qərədir, biz qərəyə inanmışıq. Qutalıb gedib də, biz bu beyni də, əslən beyni dəyişdirmərik. Biz o qərəni dünyaya qalib eləmək üçün, dünyanın beyninə soxmaq üçün savaşarıq. Pezeşkiyan da dəqiqən belə bir insandır. Həlal hərama inanır. Vəfadardır. İnanır ki, ayətullahlar ciddən dinçidirlər, din sahabıdırlar, İmam-ı Zaman nümayəndəsidirlər. Belə bir şeylərə inanır. Nəzərimə belə gəlir. Onun üçün Həzrət Əli və onun xutbəsi və onun adına yazılan kitab neçə yüz il ondan sonra yazılıbdır. Yəni indi məsələn deyək ki, Xameneyi bir il bundan qabaq danışıbdır. Radyo televizyonda deyək yoxdur. İndi kim neçə nəfər eləyə bilər deyir ki, Xameneyi orada dedikləri kəlmələri bir-bir deyə artıq əskiyə eləməyə. Eyni həman sözləri deyir. Heç kəs deyə bilməz. Xümeyni neçə il bundan qabaq ölübdür? 35 il. Vəsiyyətnaməsi də var yazılı. Deyək ki, bu vəsiyyətnamə yoxdur. Neçə nəfər eləyə bilər vəsiyyətnaməni yadına gətirsin ki, Xümeyninin vəsiyyətnaməsi kəlməsinə nədir? Yəni özündən onun mənasıdır. Məsələn, mən birdən şeiri yadımda saxlamaram. Ya hər neçə oxumuşum, yadımda qalmaz. Özümü deyirəm. Mən onun düşüncə ki, məndə yaranıb, o düşüncə yadımda qalar. Mənə deyəndə filan kəs şeirində nə deyibdir, o şeiri məni eləmərəm. Deyərəm ki, mən düşündüyüm belədir, belə deyibdir. Onun düşüncəsi belədir məncə. Tamam. İndi heç kəs bunları bilməz. Yəni
Hala qala ki, Həzrət Əli məsələn 200 il qabaq ölübdü, 300 il, 400 il qabaq gediblər onu məsələn sözlərini yığalar, yazılarını yığalar. Bu da bir əcib bir məsələdir. Hər halda buna inanır Pezeşkiyan. Pezeşkiyan inancında mən inanıram salim adamdır. Mən inanmıram ki, təxəllüf eləməyibdi dövrədə. Çünki keçən dövrələrdə, seçkilərdə dostlar, bir dana bir ittifaq, İranın o düşüncə otaqları insanların düşüncələrinə baxaraq, o İranda nəzərsənci deyirlər da, o nəzərsəncilərlə ələ gətirirlər ki, İranda millətin beyni nə mənə istir. O beyin istədiyinə görə ona kandid verirlər. Seçirlər, deyir filan kəs geçsin orada televizyonda danışsın. Məsələn, keçənki prezident seçkilərində gəlir də televizyonda hamısı deyirdi, sən oğursan. Çünki millətin onda zehni burada idi, kim hamı oğurluq elirlər. İstirdi deyək ki, bunlar oğurdular, amma məsələn bunların içində biri biraz az oğurdu, bu az oğurunu seçək. Ona görə deyirlər ki, ən pisindən ən az pisi. Biz pislərin içindən bir dana az pis olanı seçək. Belə bir iş görürdülər də, oyun saxlayırdılar. Bu səfər dedilər ki, ağa, heç kəs orada o birisinin pasını aşmayacaq. Heç kəsin parasını aşmayacaq ki, bunun nə qədər pası var, nə qədər kiri var, nə qədər düzdür, nə qədər oğrudur, nə qədər əyridir, nə qədər fəhşa münkeratı var. Gördünüz də ki, intixabatda gəldilər, oturdular, məsələn, bərnamədən danışırlar, məsələn, filandan danışır. İttifaqən bunların içində bir nəfər çox inancılıdır. Deyir ki, əslən, nə bərnaməsi? Siz məclisdə keçən oturmusunuz, 6 ay, 1 il, bir dana bərnamənin üstündə işləmişsiniz, adını qoymuşsunuz 5 illik bərnamə, onun üstündə qərardır ki, filan nöqtədən gedək, filan nöqtəyə getməmişik. Bərnamə odur, siz niyə onu qoymuşsunuz, hər kəsən istəyir özünə görə bir bərnamə götürsün. İnanca baxın, o bayaq ki dedim, inancı var. O inanır ki, o bərnamə yazılıbdır, o düzdür. Ondan sonra da inanır ki, Xameneyi düzdür. Xameneyi burada peyğəmbərdir, Allahdır, yer üzündə İmam Zamanın nümayəndəsidir, vilayət mütləq fəqihdir. Əlbəttə, doğrusu da budur. Yəni o baxır ki, Xameneyi gücdür. Real güc budur. Buna zoru çatan İranda yoxdur. Tamam qüvvələri alıb əlinə. Sipah pasdaranı alıb əlinə. Sipah pasdaran məclisi alıb əlinə. Qüvvə-i qəzaiyəni alıb, dövləti alıbdır. Ustandarlar, fərmandarlar, bəxşdarlar, mollalar, mummalar, mücrihlər, hamısı pasdardır. Və pasdarlar da feylən bundan himayət edirlər. Bu da istəmir, bilir də ki, gücü yoxdur, eləyə bilməz ki, gələ məsələn pastorlarla savaşa. Çünki arxasında heç bir güc qüvvəsi yoxdur. Xatəminin arxasında dövləti, o İrandakı olan sistem, siyasi sistemin, nizami ordu sisteminin, silahlı sistemin, siyasi parti sisteminin hamısı, yarısı Xatəminin arxasındaydı. Yarısı Əhmədinəcadın arxasındaydı. Yarısı Mir Hüseynin arxasındaydı. Yarısı... Amma zorları çatmadı Xameneyə. Bu bunu görür, realitə. Durumu görür. Durumda deyir, ağa, mənə nə düşəcək, mənə bu düşəcək, mənə iş verəcəklər. Deyəcəklər, sən get bu daşı buradan götür qoyuram. Mən də o əmir üzərini gedəcəyəm. İşi görəcəyəm. İşi də yaxşı görəcəyəm. Tarixən özümə bir vəzifə götürmüşəm. Gələcəyəm burada bu işi görəm. Məncə Pezeşkiyan ya o birisilər oğurluq eləmiş olsalar, yəni bu imkansızdır. Yəni bu İranda sən bir məsul olarsan, öz ailəndən, dostundan, əqrəbandan bir yerə qoymayasan. Bu imkansızdır. Amma qərar idi ki, bu dəfə onun üstündə danışmayırlar. Yoxsa əgər qərar olsaydı elə bir şey olsun, Pezeşkiyanın da pasını açıb dökərdilər. Pezeşkiyanlar məsələn çalışırlar, gözəl şey yaradılar da, imaj, təsvir yaradılar, çox belə pak bir insan. Belə bir şey biraz çox zordur. Hər halda Pezeşkiyan məncə inancılı, dinçi, halal haramçı bilən, yəni halalı bilən, halalçı bir insan. Tipikal işçi türk, savaşçı türk yox. Onda savaş ruhiyyəsi siz görməzsiniz. Pezeşkiyanda savaş ruhiyyəsi yoxdur. Pezeşkiyan dursun Xameneyinin qabağında, ya filanın qabağında, məsələn, Xatəmi durdu, Əhmədinəcad durdu, Ruhani durdu, bu hətta bu son rəisi durdu və öldü. Pezeşkiyanda bu ruhiyyə yoxdur. Savaşçı ruhiyyə yoxdur. Pezeşkiyan tipikal bir işçi türkdür.
Ya qoyun bimaristanda əməl cərrahlıq eləsin, 10 dana da gündə əməl versiz elər. Ya da qoyun prezident olsun, bu işləri aparsın qabağa. Burduzel kimi yolu yıxıb gedəcək. Mənim bunda şəkkim yoxdur Pezeşkiyan. Pezeşkiyandan himayət eləmirəm mən. Eləməmişəm. Amma bir şeyi gərək deyək Pezeşkiyan haqqında. Pezeşkiyan İranın tarixində geçən 3000 ildə, 8000 il Türk tarixində Orta Doğu Xavərmiyanə ya Qafqaz, biz İranda bilirsiniz, bugünkü İran adlanan məsnui məmləkət də Qafqaz içində hesablanır. Bu Qafqaz torpaqlarının tarixində birinci insandır ki, çox sadəliğindən dolayı, səmimiliğindən dolayı, səmimiyyətindən dolayı, düz danışdığından dolayı, əyri yalan danışmadığından dolayı gözəl işlər gördü. Əvvəl intixabatda dedi ki, ağa, hamı nigeran idi, mənim oğlum, qızım, nə bilim, nə mən filan, nigeran idilər ki, təqəllüb olar. Mən başımı qoydum, yatdım. Niyə? Çünki mən bilirdim, ağa, mənim arxamdadır, o ağa olmasaydı, mən bu sənduqdan çıxmazdım. Baxın, bunu tarix boyu heç kəs deməmişdi. Nə Rıza Şah zamanı demişlər, nə Məhəmməd Rıza zamanı, nə Xümeyni zamanı, nə Xameneyi zamanı. Heç kəs deməmişdi. Bir belə də Şah, rəis, cümhur gəlib gedibdi. Heç kəs bu sözü deməmişdi. Heç kəs deməmişdi ki, ağa, üstə bir nəfər var. O təsmin tutur kim çıxacaq, kim yox. O əgər gələldi məni çıxada, mən Mir Hüseyin kimi xiyabana çıxmayacağam. O çıxadacaq. Mir Hüseyin kimi çıxatmasa da çıxmayacağım xiyabana. Çünki o çıxatmasa çıxatmayırdı. Ona zor çatmır. Məncə bu özü, bu adamı məncə bundan heykəl düzəltmək haqqı var. Bu sözdən ötürü. Elə bu sözün də üstündə durubdu. Gəldi məclisə vəzirlərə. İkinci şey ki dedi, buyurdu. Mən Pezeşkiyanı bu cəhətlərdən sevirəm. Sevirəm. Bu cəhətlərdən sevinirəm ki, bir Türk hökumətə gəlibdi. Çünki Türk hökumətə gəlməsəydi, Fars hökumətə gəlsəydi, bunların heç birisini Əhmədinəcad həmişə dedi, begəm, hey təhdid edir, deyim. Hətta indi də ki, qaçıb gedib gizlənibdir ki, öldürməyələr. Yenə də elə danışanda deyir ki, mən demişəm, buna görə ki, öldürməsinlər. Bu sözlərin hamısını demişəm, 7-8 yerə də qoymuşam, mən ölsəm, onlar paylayacaqlar. Yəni təhdid. Demir ki, kim, ağa, kim nə iş görür? Çünki farsların beynində biraz xanımların beyni kimi əvvəldəki işarə elədim, çox qarma-qarışıq beyinlər var, çoxlu riyaziyyat salırlar. Farsların beyni riyaziyyat salırlar. Çoxlu mühasibələr elirlər, çoxlu müadilələri həll elirlər, ondan sonra gəlirlər. Amma bu adam neynədir? Dedi ki, ağa, bir dana farsların arxada bir dövlətləri var. Bu dövlət, görünən dövləti idarə edir. Həman adamlar ki, seçirlər, o kandidlər kim olsun. O bir dövlətdir. Onlar kimlərə, Şurayın Cəhbanda 10 dana qoca molla ki, 90 yaşı var, onlar nə düşünürlər ki, kim nədir? Bunlara bir də arxadan məlumat verirlər ki, filan kəsi qoyma, filan kəsi qoyma, niyə qoymam? Onlar deyirlər niyəsin. Ondan sonra deyir ki, filan kəsləri qoy. Bunların içində filan kəs çıxacaqdır. O gizli dövlət dediyimiz, dərin dövlət dediyimiz o farslardır. O Pezeşkiyan tarixdə birinci dəfə Amerikanın da tarixində, Avropanın da tarixində bir dəfə dedi ki, bir dənə gizli dövlət var. O dövlətləri, vəzirləri, vəkilləri o seçər. Onun üçün biz onu mən görsədim. Məncə Pezeşkiyanın ən böyük xidməti, ən böyük, hətta şeydən mühüm, o birincisini ki dedim ha, qudrət kimdədir, güc kimdədir. Ondan da mühüm, bu idi ki, dərin dövləti görsətdi. Ağa, mən dövləti seçməyəcəm. Mən nəkarıyım bu məmləkətdə. Bir dana bir dərin dövlət var. Arxada işləri onlar apararlar. Onları mən tanıram, birazını da tanımıram. Siz bunların adını qoyun framasonlar. Nə qoyursunuz adını qoyun. Dərin dövlətdilər, amma bu dərin dövlət deyil ki, idarə edir və bunların da başı İrana, Türklərə, Farslara bağlı deyil. Bunlar dünya qudretlərinə bağlıdırlar. Onların müadilələri İran mənafiyi düşünməzlər. İran adlı topraqda yaşayan insanların, millətlərin
dinlərin haqqı, hüququnu düşünməzlər. Onların mənafei ayrı şeylərə bağlıdırlar, başları. Deyir ki, gəlin dövləti qurun da. Gəldilər, oturdular, bir ay salçıq, bir iddəsini tanıtdırdı bizə. Baxın, cəlib budur ki, siz o adamlar 250 nəfər ki, bu dərin dövləti yığırdılar, bunları tanımırsınız. Bunlardan 4-5'ini tanırsınız. Ki, bunların da məncə ən zəiflərini tanıdınız. Yəni, o neydi? Vəzir-i xarici idi, neydi? Zərif. O Zərifi tanıdınız ki, bunların başındaydı zahirən. Ondan sonra, nə bilim, o muavini əvvəl seçib indi. Xatəminin də muavini idi. Onu tanırsınız. Ondan sonra o xanım nə idi? Bəsəndiciyi zəbanı farsini. Onu tanırsınız. Yəni, baxanda görürsünüz ki, 4-5 dana mührəki məmuli karimənd idilər. Yəni, o qədər karimənd idi, deyirdi ki, özü deyir, Zərif deyir ki, mən əsən vizarət xaricədə kontrol, mən vəzir deyildim ki. Vəzir Süleymani idi. Yəni, bunlar, məsələn, o dərin dövlətin karimətləridirlər məncə. Onların əlaltısı, əlçiləri, türkçəsi əlaltıdır. Bizim Güney Azərbaycanda əlçiləridirlər. Elçi yox, əlçi. Onlar əlçiləridirlər. Yəni, əlinin oynağıdır, əlinin açarıdır, əlinin alətidir, əlinin vəsiləsidir. O dərin dövlətin, bunlar ikimiz gördük, qoymadılar biz o daldakı adamları görək, əsl adamları görək. Mən hətta dostlara da yazdım ki, hər kəs onları tanır, gətirsin, adlarını desin, biz yavaş-yavaş dərin dövləti tapaq, kimlərdir? Biz əgər istəyək İranda bir vəzi dəyişdirək, o dərin dövlətin adamları ya öldürsək ya ölsələr. O İranda hər şey dəyişər. Yəni, əvəzin ki, məsələn, 10.000 nəfər, 100.000 nəfər ölə, ya savaş düşə Kürdünlə, Farsla, Ərəblə, Türklə, bunların arasında savaş düşə, burada bir 7-8 məmləkət çıxar. Siz o 250 nəfəri öldürsəz, 1 milyon nəfərin canını qutararsınız. Həm iqtisadını qutararsınız, azadlıq ələcək, hər şey. O 250 nəfərin altındadır, başının altındadır. Ələmi qabaqlarda, o zaman ki, Ələmi haqqında da danışacağım, əgər yadımda qalsa. Ələmi Səlamdan, Ruznamə Səlam tətil olandan sonra, mən Ruznamə Səlam tətil olmamışam, amilinin biri mənəm Ruznamə Səlamın tətil olmağını. Bir yol, orada bərabər işləyirdik da, Ruznamə Səlamda bərabər işləyirdik. O zaman ki, gəldi məclisə getdi, bir məqalə yazdı, Haşim Rəfsəncani'nin əleyhinə ki, deyir, bura kətdir. Məncə kənd idi, Rəfsəncani düz deyirdi, amma Ələmi gözəl yapışıb o sözdən, eləyə bildi, istifadə eləsin, Azərbaycanların duyğularından istifadə eləsin, geçsin məclisə. Ələmi bunu başardı. Amma o zaman deyir ki, 300 dana ailə İranı idarə edir. Yəni 300 nəfər İranı idarə edir. İranın dərin dövləti, ya Framason dediyimiz təşkilat ki, görsənmirlər, gözünlə də görmürük, tanımırıq. 4-5 dana bizə sərmayədar tanırlar, 4-5 dana ordu başçısı tanırlar. Bunların heç birisi dərin dövlət deyil. Səlam idi, nə mənədir? Bunlar pastaranın fərmandihi, nə bilim, bu vəzirdir, bu nümayəndə məclis. Bunlar heç birisi dərin dövlət deyil. Dərin dövlətin, dedim, mən məsələn, Zərif dərin dövlətin heç zadı deyil. Məncə, ən aşağı rütbəli işləyənidir dərin dövləti. Bir yol, Ələmi indi deyir ki, 100 danadır. Dərin dövlətin üzvü Ələmi, mən son zamanlarda 1-2 dəfə diqqət eləmişəm, deyir ki, 100 dana ailə, ya 100 dana nəfər ailə başı İranın dərin dövlətini idarə edir. Yəni, İranın idarəsi, İranın ekonomi durumu, siyasi durumu, hüquq qanun durumu, dünya ilə əlaqələri, Türk ölkələri ilə əlaqələri, Azərbaycanla, Ermənistanla əlaqələri, Amerika ilə, Rusiya ilə, Çin ilə, Hindistanla, bunlarla əlaqələri və. Bunların hamısını 100 nəfər idarə edir. Ola bilər ki, Xameneyi o 100 nəfərdən biridir, ola bilər ki, deyil. Xameneyin də eyni Məhəmməd Rıza kimi, eyni Rıza Şah kimi oynadırlar.
Bunlar əslində Nasiruddin Şah dövründən bunlar güc tapdılar. Hətta bəlkə Fətəli Şah dövründən bunlar güc tapdılar yavaş-yavaş və pərdənin arxasında oldular. Pərdənin üstündəkiləri onlar oynatdılar. Dedim, məsələn, Səttarxan deyir ki, mən bu şərtindən Təbrizdə Qacar dövləti ilə savaşam ki, gedəm o gizli komitənin üzvlərini görəm. Deyirlər, yox, görə bilməsin. Deyir, yox, mən görməsəm savaşmaram. Tamam. Aparırlar bir dənə, gözlərini bağlırlar, aparırlar bir dənə zirzəmiyə, qaranlıq bir zirzəmiyə, gözlərini açırlar. Deyir ki, mən bunlarla danışmalıyam, bunların səsini eşitməliyəm. Deyirlər, olmaz. Bəs nə edeyim? Deyir ki, sən otur burada, fəqət bunları gör, bunların da üzü bağlıdır. Sən bunları gör. Heç olmasa mənə bir çay verin, oradan bura mənim gözü bağlı gətirmiş, mənə bir çay verin, için buradan gedim. Ona bir çay verirlər, içir, durur oradan çıxır gedir. Hətta onların səslərini eşitmir. Dərin dövlət belədir. Framason belədir. Framasonun işi belədir. İndi İranda da o 100 dana ailə ya 100 dana Framason üzvü ki vardı, əsli üzvlər vardı, bəlkə indi fərqi üzvlər də var ya yoxdur. Ya bunların aşağı kadrları vardı ki, gözə görsənsinlər, onların tərəfindən, onların sözlərini desinlər filan. Bəhmən ola bilər. Zərif məsələn onlardan biridir. Səlamı onlardan biridir. Xameneyi məncə onlardan biridir. Mən Xameneyini onlardan bilmirəm. Çünki Xameneyi də eyni Məhəmməd Rza kimi, eyni Rza Şah kimi, eyni Xomeyni kimi möhrədir. O gün necəm ki lazımdır işlədəcəklər, indi qocalıbdır, gözlürlər ölsün. Pezeşkiyandan danışırdıq, çox da bu tərəfə getməyək. Pezeşkiyan bir ikinci böyük işi buydu ki, gəldi dedi ki, dövləti rəis cümhur düzətməz. Dövləti bir arxada güc var, o arxada olan güc dövləti düzəllər və o dövləti də məclis qəbul edər. Bu ikincisi. Üçüncü iş ki gördü tarixdə, buna dair heç kəs bu işi görməyibdi gene də. Bu da gəldi məclisə dedi ki, ağa, niyə rəy vermirsən vəziri xariciyə? Bu vəzir xaricəni mən seçməmişəm ki. Vəzir irşada, vəzir iqtisada, vəzir amuzaj pərvərişə, vəzir pulu, bunları mən seçməmişəm. Bunlar hamısını dənə bədənə ağa mənə deyibdi. Ağa seçibdi. Heç kəs bunu deməmişdi ki, ağa, bu arxadakı güc kimdir ki, seçir, qoyur, rəis cümhur onun adını gətirə bilmir ki, fəqət onun sembolü olaraq Xameneydən ad gətirir ağa deyə. Bilmirik ki, ağa deyə Xameneyini rəsmən qəsd edir, yoxsa ağa deyə bir ağalar da vardı ki, onları ağa deyəndə hamısına gəlir. Məsələn, bilirsiniz, bəzən bir dənə ad, məsələn, Firon ad deyil ki, adam adı deyil. Firon bir şahların adıdır. Yəni şahlara, necə İranda şah deyəndə, yəni 1 milyon dana da şah gəlmiş olsa tarixdə, hamısı şah deyirik. Elə Firon da o cürdür. Ağa da o cür ola bilər. Elə ağa deyəndə ola bilər ki, məsələn, bu şeylərin adı ağadır. Framasonların adı, məsələn, ağadır İranda. Çox bunun pis anlamları var, o anlamlarından işlətməyim. Məsələn, hər halda işlətməyim. Ədəbsizlik kəlmələri burada gətirməyim. Ərz edeyim ki, burada gəldi dedi ki, ağa, bu kabinəni, bu dövləti mən seçməmişim. Mənim iradəm deyil. Mənim də bərnaməm yoxdur. Hər kəs də bərnamədən danışır, yalan danışır. Çünki bərnaməni də bir ayrısı yazıbdır. Siyasətləri də bir ayrısı tökübdür. Hədəfləri də bir ayrısı amaclayıbdır. Adamları da kim harda işləsin onu da seçibdi. Məni də seçibdi, onu da seçibdi. Deyib, ağa, gəlin burada bir dənə tim, bir dənə futbol oynayacaqsınız. Futbolun idarə heyəti kimdir, bunları toplur, alır oradan, buradan gətirir, qoyur. Onu mən tanımıram ya da tanıtdırmıram sizə. Əlbəttə ki, məncə Pezeşkiyan bilir kimdirlər. Heç olmasa bunların yarısını bilir. Yəni 250 nəfər olsun, 300 nəfər olsun, 100 nəfər olsun, bunun yarısını tanır. Çünki bu uzun zamandır nümayəndə məclisdir. Mənim hətta bir düşüncəm var ki, Pezeşkiyan özü də bu timin bir parçasıdır. İcra parçasıdır. Program parçası deyil, siyasət tökən parçası deyil. İcra parçasıdır. Dedik, niyə? Çünki Türklər ya savaşçıdırlar, ya
işçi. Ya fəhlədirlər, ya əskər. Məncə bundan dolayı bu adam savaşçı deyil. Yəni deyək ki, gücü ələ yavaş-yavaş gətirəcək deyil. Baxın, savaşçı olsa nə olar? Məsələn, siz baxırsınız ərəb tarixində, İslam tarixində müsəlmanlar, türklər müsəlman olurlar, yavaş-yavaş keçirlər orduda xidmət edirlər. Yavaş-yavaş ordunu ələ keçirdirlər və bunlar yavaş-yavaş xəlifəni götürürlər, özləri xəlifə olurlar. Bu savaşçı türkdür. Savaşçı türk gücü ələ gətirdikcə, gücləndikcə eləyə bilər ki, o birisinin yerinə girsin, üstəkinin yerinə. Amma işçi türk heç vaxt üstəkinin yerinə almağa girməz. Savaşçı türk çünki savaşdığı üçün özünə haqq bilir ki, üst məqama keçsin. Arxasında da bir ordu var. Savaşçı güc var. Amma işçi gücün calısında hissət yoxdur. İşçi güc güdür ki, axşam mənim muzdumu versinlər. Aybaşı mənim muzdumu versinlər. Və deyir ki, o məndən həmişə üstündür, o mənə pul verir. Mən onun xidmətində olacağam. Pezeşkiyan bu ikinci tipdədir, birinci tipdə deyil. Yəni Pezeşkiyan əgər framason olsa da işçi framasondur, fəhlə framasondur. Framasonun əmrin icra eləyəndir, əgər olsa. Olmasa ki, daha bədbəxtdir biz. Kaş framason olsun. Lağəl framason olsa, deyər şu türklərin də içində 2 dənə framason var ki, bəlkə bir gün bunlar siyasi bir duruma gələrlər, eləyə bilərlər ki, gücü türkün mənfəətinə çevirərlər. Əlbəttə, bilirsiniz, mütəəssifanə Kürt kommunisti, Kürt kommunisti. Fars kommunisti, Fars kommunisti. Kürt dinçisi, Kürt dinçidir. Fars dinçisi, Fars dinçisidir. Hətta ərəb din kommunisti, ərəb dinçisi ərəbdir, ərəblidir. Amma türk komünist olursa komünistdir, türk deyil daha. Türk dinçi olursa daha dinçidir, türk deyil. Türk İrancı olursa daha türk olmaz, İrancı olar. Türk olursa daha İrancı olmaz, türk olar. Mən dünən qoy bunu yazdım, söz-sözə gətirməyim, əvvəl Pezeşkiyanı danışım. Mən bu mövzular bəzən gəlir zehnimə, yazım ki, nəyi danışacağım. Tamam, yazdım. Pezeşkiyanın üçüncü işi bu oldu ki, məclisdə vəzirləri dedi. Və bizə göstərdi ki, siyasətdə, İranda dövlətlər gəlirlər, gedirlər və dövlətləri oynadan var. Seçən var, qoyan var, ora məsuliyyət verən vardır. Sabahları da bir zərrəcən o yoldan çıxsa, o kim ki onu idarə edir, o framasondur, hər kəsdir ki, onları idarə edir. Onların xəttindən, cızığından bir çıxsa onu izah elərlər. İstizaha çəkərlər. Məclisdə onu istizah elərlər. Yəni ondan istərlər ki, bəzi şeyləri açıqlasın. İstizahın neçə mənası ola bilər? Məncə yazıda bir fərqi var, amma şeydə məsxərə elərlər. İstizahın bir mənası da bunu götürə bilir. Deyişdə, yazıda fərqli olur. Yəni ondan istərlər ki, açıqlama gətirsin. Niyə o cür bir davranıbdır ki, onlar istəmirlər. Əslində nümayəndələr millətin nümayəndəsi olsa, millətin tərəfindən deyirlər, məsələn, niyə əsli 15 icra eləməmişsən 40 ildir? Kulli rejimə apararlar sual altına. Niyə anayasada məsələn millətlər yoxdur? Niyə məsələn ədalət yoxdur? Axı ədalətdən danışırsan da. Sən ədalətdən necə danışa bilərsən? İmam Əlidən danışarsan, amma deyirsən qanun əsası ədalətdir. Mən qanun əsasını icra eləyəcəm. Əsli 15 icra eləyəcəm. Axı ədalət deyil ki bu. Qanun əsası da deyir ki, rəsmi dil, idari dil, iş dili, şeydir, farscadır. Türk dilində hər kəsində məhəlli dil.
Milli dildən danışmır, məhəlli dil. Bir dənə məhəllənin dili də nədir? Budur ki, məsələn, filan olsun, onun dilindəki onun ədəbiyyatını oxuya bilər. O dildə kitab oxuya bilməz. O dilin fəqət ədəbiyyatını oxuya bilər. Burada ədalət vardır. O fars dili idari dil olacaq, rəsmi dil olacaq, təhmili dil olacaqdır. Sən öz dilində dərs oxumayacaqsan, məhəlli dil hesab olacaqdır, o milli dil hesab olacaqdır. Ədalət yoxdur burada. Nə cür sən istəyirsən bu deyəsən ki, ədalətdir. Özdə mən Həzrət Əlinin xutbələrindən bunu görürəm. Dostlar, baxın, bu iki deyək pezeşkiyan nökərdir filandır. Bununla məsələ həll olmaz. Özümüzü rahatlaya bilirik. Amma bir analiz yapmalıyıq, düşünməliyik ki, nə fərqi var? Nə işlər görə bilir ya görə bilmir, nə işlər eləyibdir ki, indiyəcən olmayıbdır. Məsələn, mən onları danışıram ki, burada indiyəcən olmayan işləri bu adam görübdür. Bu adam buradan bir də tabuları sındırıbdır. 3 dənə tabunu sındırıbdır. Dərin dövlətin olmasını görsədibdir buradan. Yəni biz bilirik ki, burada əgər ordu durur xiyabanda hicabla müxalifət edir, 4 dənə mollanın sözü ilə deyil. Əgər polis durur xiyabanda adamları öldürür, qızlara, xanımlara, uşaqlara ya mədrəsədə aparırlar, bombi şimyaya atırlar mədrəsələrə, uşaqları, qızları öldürürlər. Bu 4 dənə mollanın, 2 dənə bəsicinin işi deyil. Bunun arxasında bir gizli dövlət var, dərin dövlət var. O dərin dövlət deyir ki, bu iş mənə bu günləri lazımdır. Molla da onun əlinin əsasıdır, tüfəncidir, pastar da, bəsici də. Əvvəl bu ki, baxın, Pezeşkiyan bizə bunu aydınlatdı. Biz bunu danışırdıq teori olaraq bizim, mən milli hərəkətdə və şeydə bunu görürdüm ki, bu hey danışırıq, dərin dövləti, İran, dərin dövləti, filanı, bəhmanı, aləmi bəzən buna işarə edilir, bəzən ayrı adamlar işarə, amma bu hətta fəqət teorik. Amma Pezeşkiyan siyasətə girəndən, yəni siyasət deyildi əlbəttə ki, amma gəldi prezident siyasətinə girəndən bu üzə bunu açıqladı bizə. Sadəliğindən mən bunu deyirəm. Mən deyirəm sadədir, hesablamır, işçidir, siyasətçi və savaşçı deyil. Mən bir şəxsiyyəti analiz eləməyə çalışıram. Hökm verməyə çalışmıram. İstəmirəm deyəm, yaxçıdır, pisdir. İstəyirəm deyəm ki, bir də işlər görür ki, tarixdə bu işlər olmayıbdır. Bu bizim dərdimizə dəyər dəyməz, Güney Azərbaycanın və milli vəziyyəti tanımaqda dərdinə dəyər. Amma heç faydası yoxdur bizə. Biz bilək ki, İranda 200 dana, 250 dana, 100 dana dərin dövlətin adamı var. Ki, onlar İran deyən adamı, mollaları da, Xameneyni də, məclisi də, dövləti də, qüvvə-i qəzaiyəni də, qüvvə-i müqənnəni də, nə bilim, hamısını idarə edirlər. Pastorları da, bəsisləri də, ittilatı da, sərmayedarları da, danışqahları da, hər yeri bunlar idarə edirlər. Kitabları da bunlar idarə edirlər, sansuru da bunlar idarə edir, hünəri, incə sənəti də bunlar idarə edirlər. Bunu bilək. Bunun bizə nə faydası var bilmağımızın? Tanımırıq da ki, deyək, məsələn, sabahları lazım olsa, bunları gedək öldürək. Sadəcə vəziyyəti yaxşı tanımığımıza fayda var. Analizimizə faydası var. Amma bu üç Güney Azərbaycanın başının alın yazısını dəyişdirər, taleyini dəyişdirir? Yox, dəyişdirir. Məncə Pezeşkiyan bu haqda böyük adamdır. Əgər onu bu günəcən öldürməyiblər, dostlar, mən bunu yap əvvəldə yazdım. Pezeşkiyan şəhid olacaq. Öldürəcəklər. Mən bunu bəlkə intixabatda bunu yazdım, məqaləsini. Pezeşkiyanı öldürəcəklər. Çünki Pezeşkiyan o qədər sadə və səmimi adamdır, o qədər mühasibat eləmir, o qədər müadilələr həll eləmir, o qədər şeydir ki, çox rahatca pərdəni çəkir, deyir, bunun arxasında bu var. Və onun pərdənin arxasındakılar istəmirlər bilinsinlər. Bir dəfə, 2 dəfə, 5 dəfə bunu bağışlayacaqlar. Sonra öldürəcəklər. Çünki ya deyəcəklər, bu çox əhməqdir, bizi xətərə salır.
Ya deyəcəklər çox zirəhdir, zirəhliğindən özün gizlədir biləsən. Amma hər halda özün sadəliğə vurub bizi bu şeydir. Bizi bu qədər tovlaya bilməz, bizi bu qədər açıqlığa çıxada bilməz. Mən umaram ki, Pezeşkan ölməsin. Arzum bu da öldürməsinlər. Amma mənim təhlillərim mənə bunu göstərir ki, öləcəkdir, öldürəcəklər. Əslində mən bəzən özümü Pezeşkanı özümə bənzədirəm. Fasiləmiz də çoxdur, əlbəttə onun sinni məni yaşı məndən çoxdur. Amma türk tipikal insandır da. Yəni tipikal insan sadə, səmimi, inanan və iş aldı boynuna o işi yerinə gətirən, əhdi peymanı qəbul edən belə bir şəxsiyyətdir. Pezeşkan burada siyasət anlamında, düşüncə anlamında İranın siyasi durumunu anlamaqda tarixdə görünməmiş əndazədə, böyüklükdə, boyutda xidmət edibdir. Və fəqət bu 3 dana işi ki, buracan görübdür, ən mühüm işləri, buna yetişər ki, biz bunun türk olmasına inanaq və iftixar edirik. Mən şəxsən öz tərəfimdən danışıram. Mən yəni deyirəm, hər adam işi ki, gedər bir sistemin içinə və o sistemin içindən biri də ittilaat verək ki, gərək qərar dəyər versin. Ya çox ağıllıdır, ya da ki, sistemi razı salıbdır ki, bu həddəcən geçsin qabağa. İkinci şey ki, çox üstüstürəm mən bir təpik vurdum bu mikrofonumuz, zadımız, hər şey dağıldı. İkinci şey ki, istəyirəm burada ərz edeyim xidmətinizə. O da budur ki, Pezeşkan son dəfə, Pezeşkanın bir işi də olubdur. 4-cü işində deyim. O da seçkilərdən qabaq da demişdi, seçkilərdə deyim. O da ki, mən türkəm. Bu da önəmlidir. Bu da nədir? İranda 2 cürə ədəbiyyat var, siyasi ədəbiyyat. Yəni, siyasi ədəbiyyata baxsaz, 2 cürə ədəbiyyat var. Bir, dövlət və rəsmi fars dilində, fars millətində olan tərifdir. Bir də millətlərin tərəfindən özlərin elədiyi tərifdir. Biz türk olaraq, Azərbaycanlı olaraq, ya Qəşqayı olaraq, ya Türkmən olaraq özümüzü türk bilirik. Biz özümüzü türk tərif edirik, türk anlayırıq, türk yaşayırıq. Ya türk yaşamağa çalışırıq. O hakim güc bizi Azəri tərif edir. Azərinin dostlar, türk ilə çox fərqi var. Azəri dediğin türk deyil, türk dediğin Azəri deyil. Bunlar ikisi hərəsi 180 dərəcə bir-birindən fərqlidir. Biri gedir gün çıxana, biri gedir gün batana. Yəni yolları bir deyil. Özləri də bir deyil. Azəri deyəndə deyir ki, yəni bu Azərbaycanlı deyil. Yox, bunu demir. O deyir ki, bu türk deyil. Bu farsımış. Bunun dili farsıymış. Bura türklər gəliblər. Muhacirlər gəliblər. Həm də Asiyadan gəliblər. Buranı işğal eləyiblər. Onları qətliam eləyiblər. Onların yerinə burada yaşayıblər. Onların dillerini değiştiriblər. Bura olubdu indi Azərilər. Siz Azərilərin toxumusunuz əslində deyir. Sizin diliniz farsdır, Ariyayıdır və siz sönüb Ariyayı olmalısınız. Azərbaycandan gəlmir o söz. Çünki o sözün içində bunlar var. Bunların içində vətən yoxdur, işğal var. Onun üçün də hər vaxt deyəndə deyirsiniz Moğolsuz ya filansız qeydin gedin falan gələ. Azəri budur. Türk bu deyil. Türk deyil ama bura mənim tarixi torpağımdır, bura mənim torpağımdır, vətənimin adı da Azərbaycandır, dilimin və kökənimin də adı, özümün soy köküm, nəcadım, Türk. Mən də 8000 ildir, 7000 ildir, 1000 ildir burada yaşıram. Mən bura gəlməmişəm. Məndən qabaq burada heç kəs yox idi. Var isi də yoxdur indi. Neçə min ildir yoxdur. 4000 ildir, 3000 ildir, 5000 ildir, 8000 ildir yoxdur. Tarixin savaşlarına girmə. Bu Azəri sözü. Bu rəsmi dövlətin
bizi tərif elədikləri, biz türklərdə Azəridir. Və bu adam orada dedi mən türkəm, sonra da gəldi bu dostumuz Rəşid Danışçuyu müsahibə eləyibdi, adını çeviribdi, Rəşiddən çeviribdi, bir ayrad qoyubdu. Calib də bir türk ad qoyub özünə, gözəl, sevdim. Amma indi yadıma gəlmir ki, Rəşid Danışçuyu öz adını nə qoyubdu? Rəşid Danışçuyu getdi bir müsahibə elədi, dostlar, Pezeşkiyanla və Pezeşkiyan o müsahibədə türkcəcinə, rəis cumhur olaraq türkcə danışdı. Yəni, dünənəcan, baxın dostlar, tarixə baxanda bu İran deyilən siyasi varlığın, qondarma varlığın və yeni varlığın siyasətinin üstündə görünən, arxadakı yox. Arxadakı idarə sistemi demirik ki, ya o formason sistemini demirik. O iki baxanda biz görürük, onu deyirəm. O, Riza Pəhləvi olubdu. Riza Mirpənc, Riza Quldur, Riza Kudutaçi, Riza Qanunsuz, Riza hər nə deyirsiniz, Lat. Bunun bir anda çox pis mənası var ki, uşaqlığında başına gəlibdi. Amma hər halda. O adam türkdür. Heç olmasa bunu bilirik ki, yarı türkdür. Onun xanımısı türkdür. Xanımısı türk olanda oğlu da türkdür, qızı da türkdür. Məmməd Rza da türkdür. Xümeynidən sonra qalanlar hamısı, Xameneyi də ki, əmələn özü deyir ki, mən Xamenəliyəm, türkəm. Əlbəttə bilirik ki, Xamenəli deyil, türk deyil. Amma desin, özü deyir türkəm. Hətta əqəl budur ki, o deyir ki, mən Xamenəliyəm. Əlbəttə demir türkəm, deyir Xamenəliyəm. Bəli, bunların içində heç birisi deməyib ki, buraca nümayəndələr də gediblər məclisə, dövlətlər də qurulubdur, keçən 100 ildə filan da, hətta Qacar dövründə belə türklük kəlməsini işlətməyiblər. Deməyiblər ki, mən türkəm. Qacar şahı məsələn deyib, mən türkəm. Necə ki, Osmanlı şahı da deməyib, mən türkəm. Niyə? Çünki bədihi idi. Ağa, mən özüm türk olandan sonra türklüğümün üstündə nəyə təkid edirəm ki? Biz dedim, türkük sadiyuq ha. Çünki torpaqları almışıq, əlimizdə çoxlu ayrı adam, erməni də var, yəhudi də var, çinli də var, nə bilim, fars da var, kürt də var, lor da var, lec də var, hər şey var. Deyirik ki, nəyə bunun üstündə? Hamı bilir ki, mən türkəm də, nəyə bunun üstündə dayanım? Amma istimar dövlətləri belə deyil. İstimar dövlətləri deyir ki, hamı həm biləcək, həm də dəyişəcək türk olacaq. Yəni, İngilisi olacaq. Ya İspaniş olacaq, ya İtaliya dili öyrəşəcək, ya nə bilim, Yunan dili öyrəşəcək, Rum dili öyrəşəcək, belə. Biz türklərdə bu yoxdur. Onun üçün də görürsünüz ki, şahlarımız Osmanlıda olsun, ya burada olsun, ya Səlcuqda olsun, ya şeydə olsun, bunun üstündə çox danışmırlar. Tamam. Bu adam, yəni Pezeşkiyan, 4-cü xidməti nə idi? Əhsən, sağ ol, Elbəy. Rəşid Elbəy, düzdür, sağ ol. Cənab Danışçuyu bu adamla bir müsahibə edir türk dilində. Bu adam qabaqdan demişdi, mən türkəm. Həm intiqabatdan, seçkilərdən öncə, həm seçkilərin içində, həm seçkilərdən sonra da Rəşid Danışçuyu, Elbəy Danışçuyu ilə danışanda orada da türkcə danışdı. Bir də bir şey var da, məsələn, mən istəyirəm gələm burada oturam, bu kravatı bağlıram, bunu giyirəm, bu bir rəsmi libasdır. Bunu giyəndə siz hər sözü ağızda gətirə bilmirsiniz. Çünki hər paltar, necə məsələn molla o paltarın giyəndən sonra, ustad danışqah o paltarı giyəndən sonra o hər işi görə bilmir. Deyir, mən öz təxəssüsümdə və öz təxəssüsümdə ən yuxarı səviyyədə olmalıyam. Çünki elitdir axı bu. Bu kravat bir elit əsasıdır. Bu burada durur, bu burada bunu görsədir ki, burası senterdir, mərkəzdir. Burada gərək düymə falan olsun. Bu ki, bu düymə burada açıqdır, bu bunu görsədir ki, mən bunu düz deyiləm.
Bu gərək usulən bu burada düymə açıq olmaya, bu burada düz ola, ondan sonra qarın olmaya, qarın belə gəlməyə. Siz bunu vurandan sonra hər sözü ağzınıza gətirə bilməzsiniz. Çünki bu deyir ki, mən bir klasam, bir təbəqiyəm. Bu təbəqiyə aid olan sözləri danışmalıyam. O təbəqiyə yaraşmayan, onların başını aşağı gətirən sözləri danışmamalıyam. Məsələn, mollalar hər işdə görsələr, üzdə gərək o paltarın şənin qoruyələr. Dedim, danışqahlar da belədir, filan da belədir. Danışçılar niyə fərqlənir toplumda? Buna görə dünən elə birisi uşaq idi, niyə adam onu hesaba qoymurdular? Amma bugünkü danışçı olandan sonra hesaba girirlər, çox mühüm olur. Çünki elit şeyinə girirlər. Onlar hər işi görənməzlər, hər işə davranır. Məsələn, onlar lat olanmazlar. Amma indi baxıram mən, vəzir gəlibdir, soğulsuz filan, ya rəis cümhur. Məsələn, ağzından bu günləri baxırdım, bir dənə iqtisaddana. Ustad iqtisadi tövsiə ya tövsiyə iqtisadi belə bir məfhumun ustadıdır. Nəzəriyyə pərdazdır. Gəlib oturub orada ağzından bir sözlər çıxır ki, deyirəm oğlum, Darqaşahidin bunun nə fərqi var? Niyə Darqaşahidin qavramları bu adamın ağzından çıxır? Niyə bir ustad danışqah görürsünüz, danışır, məsələn, deyək ki, filan profesor ya filan filsuf, fars filsuflarından söz gedir burada. O kəlmələr onun ağzından çıxır ki, bir dənə Darqaşahidin ağzından çıxar, bir dənə Latın ağzından çıxar, bir dənə... Niyə? Niyə o cür olub? Çünki bu ərzişlər dəyib bir-birinə, insanlar bilmirlər, zehinləri dəyib bir-birinə. Bu təbəqənin mərzləri bilmirlər nədir? Bilmirlər ki, hər təbəqənin bir məlumatı var. Çünki bunlar o təbəqəni zor gücünə getməyiblər, rant gücünə gediblər. Hər təbəqəni siz baxın, siz əgər siz diplomdan gedəsiniz lisansa, lisansdan fوق lisansa, fوق lisans doktoraya, doktoradan üstə, ya danışqahda istəsə müəllimdən gedəsiniz ustad danışqah olasınız, ustad danışqahında mərahili vardı, bunları gedəsiniz yapılasınız ustad danışqah. Hər mərhələdən o bir mərhələyə keçməyə bir terminlər var. Siz o terminə bir sözlər var, onları işlətməlisiniz. Əgər onları işlətməsəz, əgər onlarla getməsəz, siz o mərhələyə keçməmisinizdir. Rədd olarsınız. İmtahan niyə alırlar? İmtahan alırlar, görürlər siz bu terminləri öyrənmisiniz ya yox. Əgər indi bir dənə məsələn ustad danışqah gəlib ora, deyir ki, məsələn, latlar işlədən sözləri o da işlədir. Yəni bu adam hələ latdır. Yəni bu adam o terminləri öyrəşməyibdir. O terminlərə girməyibdir. Hələ elit olmayıbdır. Hələ bu latdır. Bunun savadı, mədrək veriblər, amma bu qazanmayıb onu. Bunu bəlkə veriblər. Pulundan alıbdır. Elə biz getmişik bəqqaldan 100 kilo ət almışıq. Getmişik, bir dənə də ustad, məsələn, bir dənə də danışqahdan bir ləqəb almışıq. Bunun üçün görürsünüz ki, bir dənə lat nə cür danışır, rəis cümhur da cür danışır. Məsələn, bunu buracan biz görməmişdik. İran siyasətən üçün molla idi. Məsələn, bunların içində bir nəfər, iki nəfər buracan umma olmuşdu. Bir Bəni Sədr idi. Bir də Bazərqan, Bəni Sədr, Rəcai, Əhmədi Necad qutuldu getdi. Mütəəssifانه baxırıq ki, bunların da içində ən üstünü Bəni Sədridir ki, ömrünün axirinəcən də lümpen olmadı, lümpen sözü işlətmədi, Darqaşahid olmadı. Allah rəhmət eləsin. Türk idiyizdir. Amma siz Əhmədi Necadın Sazman-ı Miləldə danışır ki, o məməli lulu bord. Olan Sazman-ı Miləldə bir dənə lat danışdığı sözü sən orada necə deyə bilirsən? Niyə? Çünki bu adam elit deyil, elit olmayıbdır, beyni elit deyil, gəlişməyibdir. Bu üçün mən bu sözü indi ondan nəql elədim burada. Bu da bu nişan verir ki, mənim beynim elit beyni deyil hələ. Mənim beynim hələ feylən aşağı səviyyədədir. Pezeşkiyan indi feylən geyimində heç bir kilası görsətmir ki, mən hangi kilasdanam? O rəsmi qalib ki, İranda var idi, o rəsmi qalibdən çıxıbdır.
Mən bilmirəm ki, lümpen olacaq. Bu indiyəcən lümpen değildi. Calib budur ki, Pezeşkiyan indiyəcən lümpen değildi. Hətta bəzən lümpenlərə qarşı durub cəlsəni tərk edibdi. Ya etiraz edibdi. Amma indi fiilən məsələn rəis cümhur bir məmləkətin rəis cümhuru kapşen ilə gəlir. Ya məsələn bu dostumuzla müsahibə eləyəndə məsələn bir cür oturur ki, mən baxanda dedim ki, bu çəkib gəlibdi, bu motaddır, nədir? Məsələn, əziliş, buzuluş belə əyilibdi yerə, səndəlin üstündə qıvranıbdı, güclü oturmayıb. Yəni, məsələn, bir güclü oturur, özündən bir güc görsə də mən güclüyəm, burada bu yumruğumu vuracağım, yox. Məsələn, necür deyim, elə bir ki, vurublar, döyüblər, qoyublar ora. İndi bilmirəm, dedim, bunun altından nə çıxacaqdı? Acaba çalışacaqdı ki, məsələn, ordunu getirdi əlinə, sipah-pastaran getirdi əlinə, güclülər getirdi əlinə, ya məsələn, bilmirəm. Yəni, çünki çox əzinik gördüm mən müsahibədə. Amma umarım bunun altından bəli bir işçi görürəm. İşçi, türk işçi adam görürəm. Gözəl söz dedi. Dedi ki, mən əsl 15-i icra eləyəcəm. Çoxlu Azərbaycanda məsələlər var. Urmu gölü, mis, Süngün misi. Bunlardan sonra da dedi, çoxlu şeylər var, onları işləyəcəm. Bu mənə biraz ümid verdi. Ki, bu adam heç olmasa siyasi ədəbiyyata bunları gətirə bilsə, baxın, siyasi ədəbiyyata. Dedikdə siyasi ədəbiyyatda məsələn Azərbaycançılığı, Azəri sözün yıxdı. Yəni indi bu dövlətdə heç bir vəzir, heç bir kitab yaza bilməz Azəri. Yazsalar Azəri rəis cümhurla müxalifət edəcəklər. Onda yəni bu ki, heç kəs bunu adam tanımır, heç kəs bunu rəis cümhur tanımır. Əgər belə bir şey olsa. Amma əgər gəlsə, əsl 15-i icra eləsə qanunun əsasını və desə ki, məsələn, türk dilində heç olmasa təhsil olsun, məncə ciddi bir iş olacaqdır. Ciddi bir iş görəcəkdir. Yəni, yenə bu mən türkçülüğünə bağlıram, yəni türk işçiliyinə bağlıram ki, deyir, qanun əsasını icra edir. Yox, məncə onda çox da yenə də əslində işləyəcəkdir. Yəni, farslara işləyəcəkdir, farsların əmrini aparacaqdır. Amma bizə mənfəəti olar. Onun üçün də umaram ki, bu adamı şəhid etməsinlər. Bəli, mən yenə də deyim, bunun şəhid etmə ehtimalı məndə %90'dır. Yəni, qoymazlar 2 il, 3 il qalsın. Hər halda, Pezeşkiyana görə mən belə düşüncələrim var idi. İstədim ki, bunları sizlə qoyum qalsın, tarixdə də qalsın. Mən nə düşünürəm, nə cür baxıram qəziyyəyə. Bu anlamda deyil ki, mən Pezeşkiyancıyam. Bu anlamda deyil ki, Pezeşkiyanı %100 qəbul edirəm. Bu anlamda deyil ki, mən deyirəm, bu türk dövləti quracaqdır, türk haqqların, Azərbaycanlıların, türklərin haqlarını verəcəkdir. Bu anlamda deyil, şəraiti açıqlamaq anlamındadır. Və bu iki, hər kəsin olduğu şəraitdə o elədiyi xidməti deməkdir. Mən bunu istirham açıram. Elə İranlılara, belə farslara da böyük xidmətdir. Bilələr ki, arxada bir ayrı güc vardı. Rəis cümhur güc deyil. Bunu Pezeşkiyan göstərdi. Və bu cəhətdən təşəkkür eləmək lazımdır. Yəni, ən azından bu haqda. Amma ikinci məsələ desək, mənim bir Türkiyədə bir dostumuz var. Mən taza tanış olmuşam. Oğuz bəylə o Cayıb Partisinin Instagram həftəlik bərnaməsində cuma axşamlar olur. Mən də şirkət eləmişdim bu həftə. Bir türk dostumuz Türkiyədən hərdən o proqrama qatışar və düşüncələrin bizim danışdıqlarımız haqqında və mövzumuz haqqında deyər. Bu həftədə qoşuldu. Söz düz gəlmədi. Mütəəssifanə o videoda save olmadı.
yayılmadı. Aradan getdi. Amma hər halda sonra bizim onun yazılarımız devam tapdı. Yəni hala yazılaşırıq. Bu dostumuzla biz yazılaşırıq. Mən səs qoyuram, o yazı yazır. Bir dənə 2-3 dənə cümlə dedi. Mənə çox cəlib gəldi. Çox cəlib gəldi. Dedi ki, mən Erdoğanla müxalifəm. Amma Erdoğan mənim məmləkətimin prezidentidir. Türkdür. Mən onu sənə satmaram. Heç kəsə satmaram. O mənim dövlətimdir. Mən içəridə özüm onu vurmağa haqqım var. Vura bilərəm. Türkdür, mənim dövlətimdir. Amma sənə ki, eşikdən, hətta Azərbaycanlısan, baxırsan, sənə icazə vermərəm ona ağız əyəsən. Çox böyük söz. Çox böyük söz. Yəni, Səttarxanda bu düşüncənin %1-i olsaydı, mən Farsa icazə vermərəm Türk dövlətini yıxa. Bir ordu ilə gedərdi Tehrana, Tehranı Tazaşdan alardı, verərdi Qacara. Bizdə bu çox mühümdür. Bu düşüncəyə yetişək ki, bizim dövlətimiz olmalıdır. Və bu adam türkdür. Mən bunun təəssübün Farsa vermərəm. Bunu gərək dilimizdə də bilək, ekonomimizdə də bilək, süngünümüzdə də bilək, Urmuc gölümüzdə də bilək. Bura mənim torpağımdır. Mənim torpağımdan, məsələn, neçə nəfər Güney Azərbaycanda hazırdır ki, gedə məsələn o süngündən Kirmana gedən tirelləri yandıra. Ya yandırıbdır. Ya o Ermənistana gedən təyyaraları yapırlar, silah aparır. Ya tirellər ki, silah aparırlar, tank, bulan, bəhman. Məsələn, bunları niyə yandırmamışıq? Niyə partlatmamışıq? Nəcür olur, məsələn, biz o Furudqahda niyə onu partlada bilmirik ki? Məsələn, o göydə partlayı o təyyara ki, Ermənistana silah aparır, həm o silah aradıncı da o təyyara. Biz bu qədər milli düşüncə bu dostlar. Milli düşüncə bu ki, əgər mənim vətənimə və mənim vətəndaşıma və məndən olan insanlara zərər dəyirsə, o zərəri öz ölümümə belə səbəb olursa qabağını almalıyım. Və bu üçün mən öz içimizdə bir-birimizi nəqd eləyək. Amma mən bunu düşmənin qabağında nəqd eləmərəm ki, düşmən və düşmənə icazə vermərəm ki, bundan sonra istifadə eləsin mənim əleyhimə. Mütəəssifanə bizdə bu əsla yoxdur. İkinci şey ki, bu dostumuzdan öyrəşdim, buydu, dedi ki, bir Türk dünyası var, bir Türkiyə var. Hər nə olursa olsun, Türk dünyasının mənafii başqadır, Türkiyənin mənafii başqadır. Mən Türkiyənin mənafiyin heç kəsə qurbanlıq vermərəm. Türkiyənin mənafiini danışanda, Güney Azərbaycanda da Türkiyənin mənafii ola bilər. Güney Azərbaycanlılarda da ola bilər. Güney Azərbaycanlılarda olmaz da. Güney Azərbaycanda da olmaz. Necə ki, Quzey Azərbaycan, necə ki, Türkmənistan, necə ki, ayrı yerdə. Bu da çox önəmlidir. Biz milli mənafiyimizi düşünməliyik. Bizə nə ki, məsələn, şeydir, Kirmanda susuzluqdur, İsfahanda susuzluqdur. Ondan mənə nə? Mənə nə ki, orada da ac var, orada da susuz var. Mənə nə? Mənim əvvəl öz acımın qarnı doysun, öz torpağım abad olsun, özümün işçimə iş tapılsın, rifahım olsun. Sonra görürük ki, qarnımızdan izafi gəlsə, tamam, onda görürük ki, İsfahandakı aca da bir şey veririk, yox vermirik. Ya məsələn veririk, məsələn Türkmənistandakı aca. Məsələn, baxaram ona da özüm çıxaram. Və ikinci bu ki, dostlar, vətəni mənim vətənim deyə və bu vətəni mənafii deyə biz yerə düşünək. Çox mühümdür. Bu cavan bəlkə də savadı azdır, bəlkə də onları önəm daşımır. Amma bu adam öyrəşib ki, mənim vətənimin çıxarları Türk dünyası olmasın, hara olur olsun ondan üstündür.
Cəlibdir ki, Türkiyədə dostlar bu məfhum daha çox inkişaf edibdir. Məsələn, mən Türkiyədə bir il yaşamışam, sonra da gedib bir 6 ay zat qalmışam. Türkiyədə insanlar bir-birinə gələndə, iki dana Türkiyəli bir-birinə gələndə bir-birinə soruşur ki, məmləkət nərəsi? Mən əvvəl dəfə bunu soruşanda mən deyirdim ki, deyirlər, yəni məsələn haralıysan, deyirdim məsələn İranlı ya Güney Azərbaycanlı filan. Sonra gördüm ki, yox. O soruşanda ki, məmləkət nərəsi, onun düşüncəsi budur ki, bu Türkiyəlidir mənim qarşımda duran, çünki türkçə danışır. Soruşur ki, məmləkət nərəsi, yəni sənin məmləkətin haradır? O da deyir ki, məsələn, mənim məmləkətim, məsələn, İzmirdir, məsələn, nə bilim, Qaradənizdir, məsələn, İstanbuldur, məsələn, Ankaradır, filandır. Yəni, yaşadığı il, ustan, İranda ustan deyirlər. O ili deyir ki, mənim məmləkətim buradır. Adı məmləkətdir orada. Türkiyədə buna məmləkət deyirlər. Cəlib budur ki, onlar Türkiyədə bu məmləkətlik çox inkişaf edir. Yəni, məsələn, bir dənə Yozqatlı bir ildir, özün Ankaradan üstün bilir. Tamam varın, gücün, sərvətin qoyur ki, Yozqat Ankaradan, buna bilir ki, Atatürk buranın ziddidir. Atatürk bir çox torpaqların ki, Osmanlısı idilər, Osmanlı idilər və Atatürk ilə müxalif idilər. Atatürk'ü koditaçı və düşmənin amili bilirdilər. Onların Atatürk'ün heç bir ilgisi yox idi. Atatürk onları, məsələn, Yozqat onlardan idi ki, Atatürk oranı mühasirə elədi əslində. Ora inkişaf eləməsin deyə. Deyək ki, qarqıdır məsələn. Amma siz baxın, görün. Şeyə baxırsınız, Yozqatlılar ora boşalmadı. Yozqatlı cəmiyyəti getdi. Məsələn, mən orada bir il qalmışam, Yozqatda. Sonra oradan çıxmışam. İndi gedəndə oradan baxırıq ki, Yozqat əsən dəyişibdi. Mən özümü, məsələn, Türkiyədə olsam, mənə deyəndə soruşanda dedim, Yozqatlıyam. Hətta burada da indi dostlarım məndən Türkiyəli rast gəlsəm soruşsalar, məmləkət nərəsi, deyərəm, Yozqatlıyam. Bununla belə ki, Yozqatlı ləhcəm yoxdur. Yozqatın bir ləhcəsi var. Hər ilin özünün bir ləhcəsi var. O ləhcə ilə danışarlar. Oradan da bilinər ki, bunlar olardılar. Bəzən görərsən, o deyər ki, məsələn, mən gəlmişəm Yozqata, amma Yozqatda belə danışmırlar. Sən gələ ona izah verəsən ki, mən Güney Azərbaycanlıyam, gəlmişəm orada qalmışam, özümü oralı bilirəm, filan bəhman. Ondan sonra sən Yozqatlı hesab olursan. Bu da çox mühümdür. Dostlar, biz vətənimizi, doğulduğumuz torpaqları dünyanın hər yerindən üstün bilməliyik. Dünyanın hər yerindən üstün bilməliyik, hər yerindən önəmli bilməliyik, hər yerindən çox oranın abadlığına, rifahını çalışmalıyıq. Buna yerlilik deyirik, məmləkətlik deyirik, məmləkətlilik deyirik. Mən bunu dostumuzdan öyrəndim. Əlbəttə bir dana ayrı bir şey öyrənmişdim, o da yadımda deyil, deyəm sizə. Mən bunu dostlarla danışırdım, bir dostumuzla danışırdım. Dedi ki, Türkiyədə əslində insanlara bunu düşündürüblər. Ən savadsızından ən savadlısına qədər xain olmasa, satılmamışsa Farsa, ya İngilisə, ya Amerikaya, Türkiyənin mənafeyin dünyanın hər yerindən üstün bilər. Və öz içlərində partilər bir-birləri ilə savaşsalar da, əgər düşmən müqabilində gələndə başdaşı adamdan ya o partidən himayət elərlər. Çünki deyək, bu məndəndir. Mənimdir. Mən öz adamımı, buna misal da vurdu dostumuz, dedi ki, Tezar dövləti yıxılanda bu Lenin inqilab eləmişdi məsələn ha. İnqilab deyildi o da əlbəttə. Xarici güclərin müdaxiləsidir məncə. Amma inqilab deyə geçir də hər halda. Ona inqilab deməliyik çünki otur yazılıb. Deyir ki, bu Lenin zamanında şey düşür, inqilab düşür, Tezarın yıxırlar, öldürürlər filan. Deyir, bir şəhərdə Tezarın mücəssəməsinin, heykəlin götürürlər, yıxılır yerə. İnsanlar
tezardan narazidilər, inqilabçıdılar filan, ayaqları ilə, təpi ilə döşüblər bu mücəssəmənin başına vururlar. Deyir ki, orada Osmanlının da səfiri oradadır. Səfir də ki, gedib o inqilabı görür, yanındakı bir iki dostu var Rusluda, onlarla gedibdir. Deyir, bu səfir də geçir qabağa, buna bir təpik vurur, bu mücəssəməyə, bu tezarın mücəssəməsinə. Deyir, o iki nəfər ki, bundan gəlmişlər, çəkirlər bu üzə, səni niyə vurursan, sənə nə rəbdi var? Deyir ki, inqilabdır, mən də sizin inqilabınıza köməklik edirəm falan. Deyir, yox, bu bizdəndir, Rusdur. Rusu vura bilər, amma sən Rusu vura bilməzsən. Sən Rusu vursan, mən sənin qabağında durmağa gərək duram sənin qabağında. Sənin nə haqqın var Rusu vurasan? Dostlar, görün, baxın, belə baxın məsələyə. Tezarı yıxır, əleyhinə inqilab edir. Amma deyir ki, onun mücəssəməsinə xarici bir adam ki, Rus deyil, ayaq vura bilməz. Ona bir söz deyə bilməz. Onu mən deyərəm, çünki mən Rusam. Amma baxın Qacara, baxın Türklərə, bizim içimizdəki adamlara, biz hansımız belə düşünürük? Mediada atırıq qabağımıza filanı, bəhmanı, özümüzdən olanları, düşmən deyirik, casus deyirik, filan deyirik, bəhman deyirik. Bir də satırıq, bəziləri satır bizi vaxtı. Görün, beynimiz nə qədər ziddi milli, ziddi türk, ziddi vətəndir ki, iki türk bir-birinə yetişən də, əvəzin ki, dura bir dənə xanım var idi, o haralı idi, yadımdan çıxdı, Azərbaycan qərbidən idi. Hətta mən özüm də ondan himayət elədim, türkü danışırdı, bəzi sözlər dedi. Dedim ki, çox şeydi da, yəni hətta bəzi fikirlər gəlmişdi. Mən istəyirdim bu xanımla paylaşam. Sonra birdən-birə bu xanım getdi, bir dənə polislə, sərhənginin dost oldu. Bilmirəm, haracan dostluqlar gedirdi, getmirdi, mənə ora əslən də məni ilgiləndirmir. Amma birdən-birə bu xanım gəldi, videolar çıx boyda türk əleyhinə. Sən əgər özünü türk bilmirsən, çıx buradan get. Söyüş, savaş filan. Gördüm elə, mən bunun əvvəlindən bunda bir lümpənlik görürdüm, amma bu lümpənliği deyirdim, tamam, biraz içində Azərbaycançılıq var da. Bəlkə bu getdikcə Azərbaycançılıq bu lümpənçılığa qələbə elər. Amma sonra yox, baba, bunlar hamısı bir tərəfdar yığın, biraz pul qazanın, bir agahizat ala bilin filan, bunlardan ötürüymüş ya, Azərbaycanlıları. Biz o yerə yetişməliyik ki, bunu deməkdən mənzurum budur, oraya yetirməliyik ki, dostlar. Gördük ki, biri türküdür. Mən bunu dəfələrcə demişəm. Baxın dostlar, haqq adında bir şey yoxdur. Güc adında bir şey var. Gücün olsa haqqı yaradacaqsan. Gücün olmasa, haqqın olsa onu dəldən verəcəksən. Məsələn, gücün olmasa səni öldürə bilərlər. Ən böyük haqqın səni budur, yaşayəsən. Gücün olmasa öldürə bilər düşmən. Necə ki, neçə dəfələr biz qətlam olmuşuq. Haqq deyə bir şey yoxdur. Haqq gücün olsa, sən o gücün sayəsində istədiyin şeyi yaşarsan. Bu olar haqqın. Əgər gücün olmasa, güclü sənə istədiyi şeyi yaşadar. Sənə verdiyi haqqı yaşarsan. Oracan ki, o deyir, onu yaşaya bilərsən. O sənə deyir Azəri, onu qəbul edərsən. Bəs biz nə etməliyik dostlar? Güclənməliyik, bir. Ondan sonra da haqq kiminəndir? Hər kəs ki mənnəndir. Hətta əgər mənə düşmənlik elirsə, üçün türk, bütün Azərbaycanlıdır, o haqdır. Əgər onun qarşında bir Kürt var, bir Lor var, bir Fars var, bir Fulan var, bir Bəhman var, o nə olursa olsun haqq deyil. Biz bu yerə yetişməliyik. Haqq mənim qanımdan, mənim canımdan, mənim dilimdən, mənim ruhumdan, mənim torpağımdan olandır. Haqq bu torpaq üçün savaşanlardılar. Bu torpaq üçün öldürənlər və ölməyə hazır olanlardılar. Əgər bu torpağa erkek olur ya xanım olsun, savaşmaq istəmirsə və bu torpaqların yolunda ölmək və öldürmək istəmirsə, onlar, bilmirəm onlar nə edir. Və bilmirəm onlara nə deyək. Deyək əcnəbidirlər, deyək manqurtdular. Hər halda düşmən deyirlər. Hər halda... İndi bunların içində casuslar var, bizi satanlar var.
onları düşmənə satmayacaq. Onu özümüz mücazat eləmək haqqımız var. Amma düşmənə yox. Düşmənin qarşısında o yox. Yəni düşmənə onları əzdirməyəcək. Mən görürəm bir iddə insanlar məsələn tutulublar gediblər zindana. Buna görə ki özləri çıxsın o biriləri satırlar. Bu insanlığa da yaramaz, türklüğe da yaramaz. Biz əsla və əbəda öz vətəndaşımızı, hətta dedim bizə xiyanət eləsə, bizə casusluq, bizim ziddimizə casusluq eləsə, onları düşmənin qarşısında əzməyəcək və düşməni əzdirməyəcək. Onun mücazatı bizə düşər, bizə. Biz onu öldürə bilirik. Amma onu düşmənə öldürməmərik. Onu düşmənin qabağında təhqir eləmərik. Düşmənə qoymarıq o təhqir eləsin onu. Bizə İran adında bir məna yoxdur. İran bizim düşmənimizdir və hər kəs İrana inanırsa bizim düşmənimizdir. Əgər bizim dilimizdən, bizim qanımızdan, bizim toprağımızdan, bizim vətəndaşımızsa manqurt ola bilər, satqın ola. Onu biz mücazat eləmək haqqımız var. Öz qanunlarımıza, öz ürfümüzə, adətimizə, ənənəmizə, törəmizə dayanaraq onu mücazat eləyə bilirik. Amma icazə vermərik onu düşmən əzsin. Əgər onu görsək düşmən vurur, biz gələ o düşmənlə savaşaq. Məsələn, misal vurdum o xanımı, ya bəzi oğlanlar vardı, erkəklər vardı, çox pis söyüşlər verirlər, darqaşa etdilər. Bunları biz özümüz mühakimə eləyib, mücazat eləyə bilirik. Amma icazə vermərik ki, bizim adımıza ya bizim tərəfimizdən bir iddə farslar ya fars qanunu gəlsin, onları mühakimə eləsin, ya mücazat eləsin, ya əssin. Biz gərək üst-üstə İran və fars qanunların kullən zehnimizdən çıxdıq. Biz gərək ki, Azərbaycan, türkçülük, özümüz qanunlarımız var tarixən. Ən son qanun ki, biz təsvib eləmişik, məşrutədir. Və məşrutədən sonra o məclisdə, birinci məclisi xüsusən, yazılan qanunlar. Bizim ən son Güney Azərbaycanlıların, ya İranda yaşayan türklər, İran adlı siyasi varlıqda yaşayan türklərin ən son yazdıqları anayasa məşrutədir. Məşrutə anayasasıdır. Və qanunlar heç o məclisdən çıxıbdır ta Əhməd Şahın xəlqinəcən. O qanunlar bizim, məncə, o qanunlara istinadən biz eləyə bilirik ki, bir işlər görək. Ondan sonra da ki, Türk məmləkətləri var, onların qanunları vardır, filanları var ki, onlarla da indi qalıb şəraitdə görək ki, necə olur. Hər halda bu günləri mən çalışdım biraz pezeşkiyana görə nəzərimi deyəm. Bir də bunu deyim dostlar. Biz istiqlalçıyıq, mən istiqlalçıyım. Və biz İran adında bir siyasi varlığı qəbul eləmirik. Vardır, demirik yoxdur. Amma qəbul eləmirik. İşğalçı bilirik və bu işğalın aradan getməsi üçün çalışırıq. Bəlkə bir nəsl çəkər, bəlkə 5 nəsl çəkər. Biz bu torpaqları və bu millət, yəni Türk millətin İran-Fars işğalından azad edəcəyik. Mümkündür, mən görəm, mümkündür 5 nəsl məndən sonra bu hədəfə yetişəm. Mən bu günləri bir video gördüm, çox da ali idi. O da mənə böyük, dərin təsir qoydu. Teori olaraq bunu inanmışıq ki, keçən 200 ildə, 250 ildə, o zamandan ki, İngilistanın o Hindi şərqi, Doğu Hind deyə bir kumpani açıblar Hindistanda. Və o kumpani yavaş-yavaş hindiləri
işğal istihdam edibdi, ordu düzəldibdi, silahlandırıbdı və onlarla Türk dövlətini Hindistanda yıxıbdı. Hindistanı başa-başın əlinə keçiribdi, müstəmiri eləyibdi və dünyanın ən inkişaf eləmiş məmləkətin ən fəqir məmləkətə çeviribdi. İşğal edibdi. Biz bilirik ki, o məqtədən çalışırlar türkləri aradan aparsınlar. Ən başda Hindistandakı imperatorluğu aradan apardılar. Sonra Osmanlını, sonra da Azərbaycan. Türk imperatorluğu. Əlbəttə bu Osmanlı ilə şeyin arasında da Hindistan türklərin arasında da Asiyada, Orta Asiyadakı türk dövlətləri işğal oldu. Rusların əli ilə. Cəlibdir ki, bu Orta Asiyadakı məmləkətlər, Qafqaz hətta və Osmanlı və İran, bugünkü İran deyilən torpaqların, türklərin torpaqları hamısı Məsihiyyət dünyasının əli ilə işğal olundu. Məsihiyyət dünyası ki, siyasi olaraq normalda birdilər. Nümunəsinə baxsınız, bunun NATO'ları vardı, ya müttəhid Avropaları vardı. Pulları dolardı əslində, ya eurodur. Diqqət buyurun, 2 dənə pulları var. Yəni, əsli güclü pul 2 dənə dünyada bunların pullarıdır. Məsələn, rubl var, rubl qədər güclü pul deyil, Rus puludur. O da Məsihiyyət puludur, əlbəttə güclü puldur, demirəm ki, gücsüzdür. O da var. Amma baxsınız, sayı çox azdır. Amma müsəlmanların 50-yə yaxın məmləkət var, yaxud ki, neçə dənə məmləkət vardı. Heç birisinin, ikisinin pulu bir-birinə cür gəlmir. Bir pulları yoxdur ortada. Onlar, yəni, Vatikanları var, mərkəz, din mərkəzi var. Siyasət mərkəzi var, bir. Ekonomi mərkəzlərində yaradıblar, bursları var. 2 dənə önəmli bursları var. Biri Avropadadır, biri Londondədir, biri də Amerikadadır. 2 dənə önəmli bursları var. Diqqət buyursanız, yəni onların gücləri, iqtisadi, siyasi, nizami, hüquqi və 2 dənə, 3 dənədən izafi deyil. Və o 2 dənə bir-biri ilə işləyirlər. Bir-biri ilə məhddirlər. Bir-birlərinə çox rahat, dəmir yolu kimidirlər ki, onun da qatarı bura gələ bilir, bunun da. Amma biz 50 dənə türk müsəlman ya türk məmləkətinin qatarlarının yolu biri 20 santidir eni, biri 30, biri 40, biri 50, biri 100, biri 200. Bunlar heç birisi o birisine qatarı getmir. Ayrı yox, mərkəzimiz yoxdur. Beyinsel mərkəzimizdə fərqlidir, dinsel mərkəzimizdə fərqlidir, görüşsel, dünyəvi görüşümüzün də mərkəzi fərqlidir. Onların dünya, hər şeyləri birdir. Bir dənə fərmandehi vahid. Bir dənə fərmandehisi var. İstəyirlər bir yeri xərabləyələr ha. Tamam media hamısı bir söz danışır, 2 söz danışmır. İstəyirlər bir yeri nabud eləyələr, hamısı bir qüvvə. Bizlərdə bunlar yoxdur. Bu Türk dövlətlərini belə yıxmaqdan danışırdım ki, gələk şeyə yetişək, bir məsələni deyəm. Bugün bir video gördüm, o videoda bunu danışır, deyir ki, məsələn, mən indi tarix yadımda deyil, deyək ki, məsələn, 1985 1885 üstəm. 1885. Deyir, 1885-ci ildə Amerikada, bu Amerikaçı var ha burada, Washingtonda, New Yorkda. Deyir, bunlarda ruznamələr çıxır ki, türklərin əleyhinə məqalə yazırlar. Diqqət buyurun, 150 il öncə. Hələ onda Osmanlı güclüdür, yıxılmayıbdır. Hələ onda 1-ci Dünya Savaşı çıxmayıbdır.
Hələ onda erməni məsələsi yoxdur. Yunan, əslən erməni adında bir nə millət, deyək ki millət var, orada burada bir iki dənə adam var. Adam var az çox. Yunan məmləkətləri yoxdur. Osmanlı var. Amma bu tarixçi ki, indi bu günlər videosunu mən də yaydım, deyir ki, Amerikanın məclisinə 1885-də məsələn, ya 82-də, ya 83-də, o mühüm deyil. İli mühüm deyil. O illərdə bir dana layihə gətirirlər, bir dana qanun gətirirlər, keçirdilər məclisdən ki, türklər, yəni Osmanlı, erməniləri qətliam edirlər. Eləyiblər. Deyir ki, hələ 19 il, 20 il qalır ki, o dedikləri tarix gəlsin. Yəni hələ, diqqət buyurun, istəyirəm nə deyəm. Deyir ki, o zaman bir dana Osmanlının Amerikada, Vaşinqtonda bir səfiri var. Adını da deyir. Deyir, bu səfir götürür onlara, o məqalələrə, o şeylərə cavab yazır ruznamələrdə. Deyir, Amerika dövləti bu səfirə deyir ki, sən ünsür namətlubsan, cavab verirsən bizim siyasətlərimizə, qanunlarımıza etiraz edirsən, deyirsən ki, bunlar biz ermənilərimizlə belə bir rabitəmiz yoxdur, filan yoxdur, bəhman yoxdur, qətliam zad yoxdur, filan bəhman. Deyir ki, bunu götürürlər, Amerikadan ixrac edirlər, göndərirlər Osmanlıya. O halda ki, qətliam dedikləri yalan 1915-də olubdur. Yəni 30 il qabaq bunlar o yalanları məclisə aparıblar. Niyə? Onlar insanların zehnində, siyasətdə yer düzəldirlər ki, Ermənistan adında bir şey quracaqlar, bir məmləkət quracaqlar. Ona lazımdır əvvəl onlara bir məzlumiyyət yaradalar, onlara bir qətliam yaradalar, filan yaradalar ki, sonra deyərlər biz gedirik savaşaq, bunlara bir məmləkət düzəldək. Çünki istirik bunları nəcat verək ölümdən, qətliamdan. Diqqət buyurursunuz dostlar. Nə cür ön görüblər. İndi onu 100 il qabaq başlayıblar, onu danışıblar Ermənistan məsələsini. Sonra bu yerə yetişiblər ki, biz istəyək bir dənə Ermənistan düzəldək, gərək bu Osmanlını bir cür eləyək ki, məhkum eləyək. Bu məhkum eləmək üçün hər nə desək ki, Osmanlı məhkum olsun, olmaz. Gələk deyək ki, Osmanlı qətliam eləyibdir. Biz qətliamı yaratmalıyıq hətta lazım olsa. Bəli, bunu indidən yerin salaq, qanuna aparaq, məclisə aparaq, filana ruznamələrdə yazaq, əfkar ümumi deyirlər farsçada, insanların beynin təşkilatlandıraq, yuvaq, hazırlayaq ki, biz Ermənistan adına bir məmləkət düzəldəndə, ya türkləri yıxanda ki, adamlar deməsinlər, niyə deyək ki, hamı qəbul etdir, Ermənistanların haqqı, ermənilərin haqqı idi, gedələr öldürərlər və orada torpaq qurarlar, orada torpaq sahib olurlar, çünki qətliam olmuşdular. Diqqət buyurursunuz. İndi diqqət buyurun. O zaman dünya cəmiyyəti nə qədərdir? Deyək ki, 800 milyon, 1 milyardır. Deyil. Aşağıdır. Nə cür olur məsələn? O zaman 1 milyon, 2 milyon erməni qətliamı olur məsələn. İndi ermənilərin hamısı ki, yığılıb ora, biraz da o üzbüzdə vardı, 5 milyona çatmır. Özdəki o zaman mərisçiliklər gəlirdi, yığırdı, süpürürdü, aparırdı, adam qalmırdı ki. Nə cür ola bilər? Amma onlar bir dövləti qurmaq üçün yüzlər il bundan qabaq o dövlətin fikrini yaradırlar, ona nəqşə tökürlər, onu danışırlar. Elitlərin arasında, düşünürlərin arasında o gündəmə gəlir, danışılır, yer açılır, beyinlər ona düzəlilir, siyasətmədar ona yetişilir, ona ordu yetişilir, ona pul qoyulur, ona imkanlar qoyulur, sonra da onu yaradırlar. Görürsünüz ki, onun üçün gəlirlər, yıxırlar, məsələn, əlbəttə tək o deyil, Yunan istirlər, düzəldələr, nə bilim, istəyir Serbistanı çıxadalar filan və Avropada bir neçə məmləkəti istirlər, düzəldələr da, türklərin əlindən çıxadalar. Dedim, necə ki, məsələn, şeydə, Asiyada Ruslar getdilər, məsələn, işğal elədilər, Türk, Ermənistan, Qırğızistan, Tataristanı filan, Bəhman, Moğolistanı zaten. O nəxşədir. Biz bu cürsü düşünməliyik. Biz indi bu günləri fikri yaratmalıyıq. Bu fikir mümkün mənim ömrüm yetişə, görəm ki, icra olubdur. Dövlət qurmuşuq, İranı yıxmışuq, Farsları ya çəvirə soxmuşuq, ya da ki, qovmuşuq ki, qalıb gücümüzə.
Gücüz olsa, qovun göndərin gitsin Hindistana. Dünya sizi heç iş görə bilməz. Gücüz olmasa, evinizdən gəlib çıxadarlar, sizi heç iş görə bilməzsiniz. Onun üçün güclənməliyik. Onun üçün bir-birimizə etimad eləməliyik. Onun üçün bir-birimizin arxamızda durmalıyıq. Onun üçün iki şeyə inanmalıyıq. İki şeyə. Biz güclü olmaq üçün bir vətənimiz olmalıdır, vətənimizi tanımalıyıq. O vətənə hər nə şəraitdə olur olsa xiyanət etməməliyik. Və onun yolunda ölməyə və öldürməyə hazır olmalıyıq. Lazım deyil dövlətimiz ola bizə deyəcək öldür. Mən özüm gərək təşxis verəm ki, bura mənim vətənimdir. Mən bura qorumaq mənim vəzifəmdir. Dostlar, bizdə el eləyiblər, bizdə hər şeyi əlimizdən alıblar. Bizdə el eləyiblər ki, hamı deyir ki, mən hətta bir nəfərlə danışırım, mənə deyir ki, ola, nəyə işdirsən, saxlayırsan? Saxlayacaqsan, uşaqları yiyəcəklər sənə, lənət oxuyacaqlar da. Baxın, bizi belə eləyiblər ki, sabahımızı düşünmürük, uşaqlarımızı, nəvələrimizi, nəticələrimizi, 10 nəsli sonramızı düşünmürük. O halda ki, bir Amerikalı, bir Məsihi, buna baxmayın, uşaq 18 yaşında deyir, şey olur. Yer alır, birdən məsələn, bir dana, burada mən bir adam, yəni gedirəm, görürəm da, indi burada Kanadada bəzən maşını minirəm, bir 10 saat maşın sürürəm, bəzən hövsələm gedəndə gedirəm, itəm məsələn, bir darıxmam olur. İnanın, zəmilər var ki, məsələn, 2000 hektar zəminin böyüklüyü, 2000 hektar. Hətta bir tane İranlı bir kız var, 21-22 yaşı vardı. Onların belə burada bilməm, Kanadada, fikrim Kanadada zəmiləri var, 2500 hektar. 2500 hektar bir tane İranlının burada zəmisi var. Bir tane zəmidir, yəni yapışıqdır. Tirelinin eni, o tireli ki traktor deyək, o traktor ki oranı əkir, onun qolları ki əkir 23 metrdir. Mən bu kızın hərdən baxaram videolarına, elə Instagramda da olur bax. Yəni bu qədər kim deyir ki, qalar şeyə, nəvə və nəticələr. Bizdə yaradıblar, hər kəsin 2 dana malı olur, tez onu yazır Olqafa. Olqaf kimə yetişir? Mənim balalarım, nəvələrim, nəticələrim vətənsiz, torpaqsız kasıb qalacaqlar ki, Olqafda ki 4 dana malladır, nə bilim kimdir, dövlətdir, filandır və həman o yesin. Niyə mənim gələcək nəslim fəqir qalsın, dilənçi qalsın, zor günündə torpaqsız qalsın? Niyə mənim nəslim güclü olmasın, rifahda olmasın gələn 1000 ildə? Amerikalılar bir iş görürlər. Avropalı, Məsihiyyət. Dedim, baxın, hər şey orada, mən misal vurdum ki, onların ordusu birdir, siyasətləri birdir, din mərkəzi birdir, falan. Bunlar hamısı dedim, pulların mərkəzi birdir, bursların mərkəzi birdir, nə bilim, hər şeylər. Bunların bir dənə də məsələləri yer məsələsidir. Bunlar irs qoyanda, dədədən uşaqlara qalanda irsi bu cür qoyurlar. Yer bölünməz. Və yer diri qalan böyük evlada yetişir. İranda bunlara deyirlər mənqul, qeyri-mənqul. Yəni, qeyri-mənqul olardı ki, Türkiyədə də deyirlər daşınmaz və daşınır sərvət. Miras. Daşınmaz, yəni onlar ki, siz eləyə bilməzsiniz, onu daşıyasınız da, daşınmaz. Qeyri-mənqul deyirlər ərəbcə. Mənqul ya daşınar, daşınan var, varlıq. O da odur ki, bir şeyi buradan oraya götürüb apara bilərsən. Məsələn, radiodur, televizyondur, moblumandır, nə bilim, puldur, qızıldır. Bunlar, bu tür bir şeylər ki, eləyə bilərsiniz, daşıyasınız bir yerdən bir yerə. Ona deyirlər ki, mənqul ya daşınar və onlar ki, daşınmaz ya qeyri-mənquldur yer. Yer daşınmaz. Yeri siz çəkib kürəyizə vurub, maşına vurub, tireliyə vurub, məsələn, burada 1000 metriz var, götürüb atıb aparaq Amerikaya. Olmaz. Qəradağda mənim, məsələn, deyək ki, 50 hektar yerim var, onu götürüb aparaq, məsələn, İsfahana. Olmaz. Bu olmaz.
Ona daşınmaz deyirlər Türkçə. Bizim nədən mülkümüz? Adamlar gediblər Tehranda, İsfahanda, Kərəsdə, şəhərdən qıraqda, çox bir vəziyyətdə. Ayda məsələn deyək ki 20 milyon, 30 milyon işdir, gətirir, verir. Ya kirayədədir. Gecə saat 11-də gəlir, sübh saat 6-da gedir. Ki eləyə biləcək işdən bir pul çıxada. Nədən gəlib vətənində, kəndində yaşamırsan? Kəndində işləsən ondan çox pul çıxadarsan da. Ondan rahat yaşarsan da. Evin də var, mülkün də var, rahat başa qoyarsan, yaşar. Nəyə gedib məsələn Tehranda, nə bilim İsfahanda, Şirazda, orada, burada o vəziyyətlə işləyirsən, o çətinliklə işləyirsən. Mən bizim kənddə Şiraz TV-də biz bir proqramla başladıq. Yəni mən başladım ki, insanlarımız gəlsinlər kəndlərində abadlığa başlasınlar. Bizim kənddə mən eşitdiyim qədər usta bənnanın günü 700 min, 800 min. Əmələnin günü 500 min, 400 min. Yəni, nədən məsələn sən gedib bu kənddə işləmirsən? Nədən gedib 5 dənə qoyun saxlamırsan? Nə bilim, nədən gedib orada bir karxana, balaca bir dədəvin yeri var, zəmisi var, gedib o zəmidə bir balaca iş yeri vur. Nə bilim, filan şey saxla. Düzəl, göbələk sat. Meyvə saxla, meyvə sat. Meyvə qurut, meyvə sat, turşu, murubba, 1000 dənə iş vardı. Nədən getmişsiniz, bu şeydə qalmışsınız? Çətinlikdə yaşayırıq ki, bizə desəm, Tehranda yaşayır. Tehranda nə olsun ki, məsələn, nə olur? Məsələn, Tehranda yaşayanda nə mənə sizə? Mən Kandanın ən böyük şəhərində yaşırdım, düzünü axtarsaz. Sonra bir zaman özümə düşündüm, mən burada bu şəhərin nəyindən istifadə edirəm? Mən buranın teatrına gedə bilmirəm, musiqisinə gedə bilmirəm. Nə pulum çatır, nə vaxtim olur. Nə imkanım var. Məsələn, gedəsən orada istəyəsən, saxlayasan, maşını fəqət park edəsən, gedəsən bir teatra çıxasan, maşının özünü bir 20-30 dolar fəqət orada sahədə hesabı parkinginə verirsən. 80 dolar da verirsən, ona baxırsan. Onun bir yemağı var, getməyi var, gəlməyi vardı. Mən də işçi, iş sahibi bir adamam. Bir belə də gəlirim yoxdur ki, məsələn, bir dənə teatraya, bir dənə musiqiyə, məsələn, 300 dolar, 500 dolar pul xərcləyəm. Mən bu şəhərdə nə fayda görürəm ki? Hansı elitliğə, hansı roşənfikirliğə, hansı bir şeyə mənə təsiri var? Nədən gedib mən o bir yerdə yaşamayayım ki, rahat yaşayayım? Uşaqlarım rahat yaşasın, özüm rahat yaşayayım. Motada olmasınlar balalarım, qaçaqçı olmasınlar, burada davaya, şeyə düşməsinlər. Bizim insanlarımız niyə gələcəkləri, niyə nəsillərini düşünmürük? Biz niyə gələn, sualımın sonu budur. Nədən Avropalılar düşünürlər 5 nəsil bundan sonra, 10 nəsil bundan sonra, 200 il, 300 il bundan sonra. Amma biz düşünmürük. Kasıblığa da rəbti yoxdur bunun. Kasıbsın. Fikirləşərsən ki, tamam, məsələn, kətdə mənim bir belə yerim var. Getsəm orada, məsələn, buğdanın kilo bir belədir, orada buğda əhsən bir belə olar. Gedim oradan hamı daşınıb gedib də, gedim hamının, məsələn, yeri neçə olar, alım, qatım bir-birinə, yerləri qatım bir-birinə, verim traktorun əlinə. Ya gedim orada, məsələn, bir dənə saxtıman düzəldim, solə düzəldim, məsələn, 200 metr, orada, məsələn, 1000 dənə cücə saxlayayım, 5000 dənə, 50 min dənə, maşın cücəsi alım, aparım, qoyum ora. Ayda, məsələn, 200 dənə, 300 dənə, 5000 dənə, 10.000 dənə cücə çıxasın. Mən bunları salım orada, ambarda qalsın, yesinlər, içsinlər, satım ayda, məsələn, bir belə mənim yumurtasını satsam bir belə çıxadar, toyuğunu, ətini satsam bir belə çıxadar, tükünü satsam bir belə çıxadar, zillini də satsam bir belə çıxadar. Nədən məsələn biz bu cür düşünmürük? Yəni cəlibdir, mən ciddi deyirəm, bunu biz düşünmürük. Dostlar, toyuğun zili ətindən bahadır. Tükü ətindən bahadır. Yumurtası ətindən bahadır. Nədən məsələn özümüzü bu bədbəxtliğə məhkum edirik? Niyə biz türklər gələcəyi görmürük? Hər halda istirdim biraz istiqlala görə danışam ki, biz istiqlala görə nə cür düşünməliyik, amma uzatdım videonu. Mən istəmirdim bu qədər əslində danışım, istirdim ki, biraz fəqət bu Pezeşkiyanın prezidentlik dövrəsi haqqında danışaq. Biraz da ona görə danışmadım, çoxlu ayrı məsələlər danışdım, gəldi, yetişdi. Çox təşəkkür edirəm dostlar. Gəldiniz, gördünüz, varsınız, huzurunuz var.
Sizlər heç bu gün gəldiniz, düşüncələrinizi yazdınız, düşüncələrimizi gördük. Mən sizinlə paylaşdım, sizlər də gördüm, yazılarınızı oxuyurdum hərdən. İrançıların da yazılarını gördüm, türkçülərin də yazılarını gördüm. Hər kəs ki gəldi, təşəkkür edirəm və hər kəs ki sonra bu videoya baxacaqdır, təşəkkür edirəm. Sizin hamınıza sağlıq, səlamətlik arzulayıram. Dostlar, düşüncələri əkin, düşüncələri əkaq. Düşüncələr mümkündür bizim nəslimizdə yetişə, səmər verə, bar verə. Mümkündür barı qala gələn nəslə, o birisi nəsillərə. Mühüm deyil, mühüm budur ki biz əkaq, ağac əkaq, düşüncə əkaq, iş əkaq. Bir düşüncə, bir şey əkaq ki bizim millətimizin gələcəyi üçün, rifahı üçün, əmniyyəti üçün, baş ucalığı üçün faydası olsun. Sağ olun, sağ qalın, gecəniz xeyirli qalsın.